Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Salam, axşamınız xeyirli. Axşamınız xeyirli olsun dəyərli müəllimlər. Axşamınız xeyir müəllimlər. Axşamınız xeyirli olsun. Necəsiz? Çox sağ olun Sabirə mənim. Axşamınız xeyir müəllimlər. Axşamınız xeyirli. Salam axşam. Axşamınız xeyirli olsun. Ümidvaram ki, Axşamınız xeyir Samira müəllimə, necəsiz? var olun, minnətdaram müəllimlər. Mənim status paylaşımlarımı görürsünüz, yəqin ki. Mən həqiqətən də uğurları paylaşanda özümə də zövq verir. Qismət olsa sizlərin də gözəl uğurlarınızı paylaşam. Bakı üzrə 42 məktəbdən 40 məktəbə deməli direktor təyinatı var. Hər birinə işlərində xeyirli, uğurlu işlər arzu edirəm. Gedib məktəbi daha da zirvələrə qaldırarlar inşallah. Rayon məktəblərinə də təyinat alan müdavimləri təbrik edirəm. Hər birinə uğurlar arzu edirəm. Belə müəllimlər, indi dərsə başlayaq. Çox xahiş edirəm, videoya, görüntüyə, səsə, hər bir şeyə nəzarət edin. Çox xahiş edirəm. Bu dərsim YouTube kanalında ilk dərsim olduğu üçün YouTube kanalında paylaşılacaq. Yəni dərsə mane olan, mikrofona, görüntüyə nəzarət etməyən müəllimi öncədən deyirəm, qrupdan kənarlaşdıracağam, sonra dərsin video yazısına baxar. Yəni çox xahiş edirəm, hər kəs qrupun qaydalarına riayət etsin. Sonra arada inciklik yaranmasın. Dəqiqə. Belə, başlayaq müəllimlər. Bugün bizim ilk dərsimizdir. İlk sınaq dərsimizdir. Artıq mən video izah keçirəm. Mövzunu izah edib qrupa göndərəcəm, amma daha ətraflı izahı da yenə qrupa göndərəcəm. Bugün əsas hissələrdən izah edəcəm, təhsil haqqında qanunu izah edəcəm, orada olan dəyişiklikləri izah edəcəm müəllimlər. Mənə çoxlu sayda suallar gəlir ki, müəllimə biz test mərhələsinə hazırlaşaq, müsahibə mərhələsinə. Danışığa qəbulu bir mənalı şəkildə artıq test mərhələsi yoxdur, birbaşa müsahibə olacaq. Müsahibədə qanunlardan, bu qanun, təhsil qanunvericiliyi, əmək qanunvericiliyi, kurikulum, bəzən ixtisasdan, yəni belə deyək də, ixtisasdan bir 100 müəllimdən birinin bəxti gətirmir ki, ixtisasdan suallar verilir, ixtisasdan da suallar olur, amma çox nadir hallarda. Sonra bir də situativ və praktik suallar, yəni bizim dərsimiz bu istiqamətdə deməli davam edəcək. Mavi və təşkilatçıların işə qəbulunu maraqlanırsınızsa, Bakı üzrə hələ olmayıb, regionlar üzrə də bu il olmayıb. İndi test olacaq, yoxsa birbaşa müsahibə olacaq, o haqda hələ ki konkret məlumat verilməyib. Mən güman edirəm ki, daha test olmaz, birbaşa müsahibə olar. Müsahibə mövzularından eynidir. Testlə müsahibənin fərqi odur ki, müsahibədə daha operativ cavab verməlisiniz suallara, amma testdə isə qarşınızda 5 variant olur. Belə deyim də, kurikulumu yaxşı öyrənin, mən göndərdiyim qanunları yaxşı öyrənin, qrupa daxil olan müəllimlərə mən deməli bu vəsaitimi ödənişsiz göndərirəm müəllimlər. Baxın, bütün keçdiyim mövzular bu kitabdadır. Poçtla istənilən ünvana çatdırılır. Gəlib Bakıda bunu məndən də götürə bilərsiniz. Bakıda qalan müəllimlər, əlaqə saxlayarsınız müəllimlər 055 279 21 27. Bu keçdiyim bütün mövzular burada var. Sonra bir də ən əsası mənim saytım artıq xidmətinizdədir. Bu saytı ödənişli qruplara daxil olan müəllimlərə kod parol verirəm. Burada ödənişsiz şəkildə bu nələr var? Kurikuluma aid mövzular, sınaqlar, PDF-lər, hər bir şey var. Bir də məcəllə və qanunvericiliyə aid bir də təşkilatın işə qəbulu olan bu linkdə isə burada da yenə müsahibə dərsləri var çoxlu sayda, qanunların izahları var. Yəni bütün ödənişli qruplarda keçdiyim bütün mövzuları bura yerləşdirmişəm. Burada faydalana bilərsiniz. Burada abunəlik haqqları var. 1 aylıq, 2 aylıq, 3 aylıq, 6 aylıq. Hansılardan istəsəniz istifadə edə bilərsiniz. Amma ödənişli qruplara daxil olan müəllimlərə mən deməli bunu yenidən bunun üzərində işlətdim. Ödənişli qruplarıma daxil olan müəllimlərə mən saytın qeydiyyatını ödənişsiz eləyəcəm. Yəni Gmail
ad, soyad, Gmail və nömrə göndərəcəksiniz. Ödənişli şəkildə sizi qeydiyyatdan keçirəcəm. Kim əgər qruplara daxil olmaq istəmir, təkcə oturub özü azlaşmaq istəyirsə, abunə ol düyməsi var. Orada tıklayaraq özünüz də qeydiyyatdan keçə bilərsiniz. Əgər qeydiyyatdan keçməkdə çətinlik çəkirsinizsə, şəxsimə yazın, mən kömək olacağam sizi qeydiyyatdan keçirtməyə. Belə müəllimlər, indi isə dərsimizə başlayaq. Dərsimiz deməli təhsil haqqında qanunu olacaq. Mən baxdım burada bəzi dəyişikliklər var, amma hələ ki qanuna əlavə olunub onları vurğulayacağam. Dərsdə vurğulayacağam. Çünki mən izləyirəm bu qanunları, həm məcəlləni, həm təhsil qanunvericiliyini. Baxdım dərsdən öncə baxdım, gördüm hələ qanuna yerləşdirməyiblər, amma sizə məlumat verəcəm. Belə müəllimlər, başlayaq. Deməli, təhsil haqqında qanun ən vacib qanundur. Çünki bütün təhsil pillələrini, bütün təhsil səviyyələrini əhatə edir. Bu qanunlar əsasən Mən axı dərsin əvvəlində dedim müəllimlər, siz rəhbər olmağa hazırlaşırsınız və hər bir şeyi çox diqqətlə dinləməlisiniz. Diqqətli olun müəllimlər, çox xahiş edirəm. Belə başlayaq müəllimlər. Burada bu qanun 47 maddədən ibarətdir. Bu 47 maddənin izahını deməli göndərəcəm. Siz növbəti dərsə daha yaxşı hazırlaşacaqsınız, amma mən bu gün daha vacib hissələri və yenilikləri çalışacağam sizə izah edim. Təhsil haqqında qanun baza rolunu oynayır. Yəni sizə sual verilsə ki, təhsildə baza rolunu oynayan sənəd hansıdır? Təbii ki, təhsil haqqında qanundur. Nə üçün baza rolunu oynayır? Çünki bütün təhsil pillələrini əhatə edir. Və bizə lazım olan bütün qanunlar bu təhsil haqqında qanuna əsasən hazırlanır. Bir var qanun, bir də var qanunvericilik. Qanunvericilik bir topludur. Yəni orada bütün təhsil aid sənədlərdən biz tanış ola bilərik. Amma qanun isə baxın təhsil haqqında qanun sırf təhsil haqqında qanunu əhatə edir. Burada ilk deməli müddəalar qeyd olunur 1-ci maddədə, 47 maddədən ibarətdir. Və burada maddə 1-də qanunda istifadə olunan əsas anlayışlar da burada siz özünüz daha ətraflı oxuyarsınız. Yəni təhsil içindəsiz də müəllimlər. Buradakı olan ilkin anlayışlardan məlumatınız var, amma direktorların işə qəbuluna hansı lazımdırsa mən onu sizə vurğulayacağam. Şimdi dərsə gələn. Gecikməyin də müəllimlər. Bax gecikirsiniz, mən təzədən linkdən çıxıram, gəlirəm burada qəbul edirəm. Çox xahiş edirəm, dərsə gecikməyin. Bundan sonra kim qrupa yazsa ki, daxil ola bilmədim, bir 10 dəqiqədən sonra artıq mən qəbul edəcəm bir də. Çox xahiş edirəm, dərsə gecikməyin. Aha, burada lazım olan hissələri izah edəcəm. Akkreditasiya nədir? Akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və statusun müəyyənləşdirib təsdiq edilməsi prosedurudur. Bu prosedur ali təhsil və kolleclərdə tətbiq olunur, məktəblərdə də tətbiq olunacaq. Çünki qanun var, amma hələ ki deməli tətbiq olunmur. Tətbiq olunsa görək o məktəb hansı dövlətin qoyduğu standartlara cavab verir yoxsa yox. Bu haqda əgər şəhadətnamə ala biləcəksə məktəb öz fəaliyyətini davam etdirəcək 5 il müddətində. Yox, əgər o şəhadətnaməni ala bilməyəcəksə məktəb öz fəaliyyətini davam etdirməyəcək. Bəs indi sizə qaranlıq qalan məqam odur ki, bəs necə olacaq? Heç nə 1 il vaxt verəcəklər ki, həmin təhsil müəssisəsi o standartlara uyğunluğu bərpa etsin. Attestasiya nədir? Şagirdlərin 9 illik, 11 illik məktəbi bitirib buraxılış imtahanlarında iştirak edərək attestat almasıdır. Bu attestasiya adlanır. Məktəb müəllimləri attestasiya olunmur, sertifikatlaşdırmadan keçir. Attestasiyadan bir də kollec və ali təhsil müəssisəsinin müəllimləri deməli keçir. Sertifikatlaşdırma da bilirsiniz ki, müəllimin peşə yararlılığı yoxlanır. Yəni peşəkarlıq səviyyəsi yoxlanır. Görək müəllim dövlətin qoyduğu o minimum standartlara cavab verirmi? Minimum standartlar da nədir? Yəni müəllim minimum 54 bal, deməli 54 deyirəm, neçə idi bal? 30 bal. 30 bal toplamalıdır ki, müəllim növbəti 5 il ərzində öz fəaliyyətinə davam eləsin. Burada sonra lazım olan distant təhsil nədir? Distant təhsil deməli texniki vasitələr, yəni elektron, telekommunikasiya, proqram texniki vasitələr əsasında təşkil olunan təhsil alma formasıdır. Distant təhsil deməli rayon məktəblərində bunu tətbiq edəcəklər 2026-27-ci
tədris ilindən. Yəni bəzi məktəblərdə bilirik ki, tutan fizika müəllimi yoxdursa, riyaziyyat müəlliminə, kimya müəlliminə deməli həmin dərs saatlarını vermək olar. Amma növbəti tədris ilindən artıq bu mümkün olmayacaq. Bəs fizika müəllimi yoxdursa, uşaqlara fizika müəllimini kim tədris edəcək? Təbii ki, rayon üzrə mərkəzləşdirilmiş bir məktəb təyin ediləcək. Şagirdlər elektron qaydada, yəni distans şəkildə həmin müəllimin dərsində iştirak edə biləcəklər. Yəni ucqar rayonlarda müəllim çatışmazlığı var. Başqa fənn müəlliminə icazə verirlər ki, onun fənnini keçsin, amma bu ildən onu icazə verməyəcəklər. Elektron qaydada ixtisaslı müəllimin dərsinə mərkəzləşdirilmiş məktəbdə iştirak edə biləcəklər. Sonra burada evdə təhsil bu qanunlar ayrı-ayrı keçəcək. Yəni sağlam imkanları məhdud bir şagirdlər məktəbə gəlmir, müəllimlər onun evinə gedir və dərsi öyrədirlər. Fərdi təhsil isə tədrisdən uzun müddət kənarda qalan şagirdlər üçündür. Məsələn, uşaq 5-ci sinifə qədər oxuyub, sonra ailə problemləri olub, xaricə gediblər. 2-3 ildən sonra gəlir, əlində heç bir sənəd yoxdur. Bəs bu uşaq məktəbdə oxuya bilərmi? Bəli, oxuya bilər. Fərdi təhsildir. Fərdi təhsilin təşkili qaydaları haqqında ətraflı sənədlərdə deməli keçəcəyik. Formal təhsil nədir? Yəni uşaqlar orta məktəbi bitirirlər, attestat alırlar. Biz universiteti bitirmişik, diplom almışıq. Yəni dövlət sonda bizə sənəd verir ki, təsdiq eləyir. Verdiyi təhsili özü təsdiq edir verdiyi sənədlə. Bu formal təhsildir. Gimnaziya bilirik ki, xüsusi istedadı ilə fərqlənən şagirdlər var ki, humanitar yönümlü orada onlar üçün dərslər təşkil olunur. Bunlar gimnaziyadır. Sonra informal təhsil isə özünün təhsil yolu ilə bilikləri yiyələnməlidir. Yəni heç bir müəllimin dərsində iştirak etmirsiniz, sonra dəftər kitabı dərslər kitabından istifadə edərək özünüz hazırlaşırsınız. İnnovasiya yenilikdir. Yəni müəllim, şagirdlər hər bir yenilikçi olmalıdırlar ki, inkişaf edə bilsinlər, yeniliyə açıq olsunlar. Bəzən elə olur ki, bir də görsənəsə bir dəyişiklik olur. Biz müəllimlər çox belə ciddi şəkildə etiraz edirik. Amma yeniliyə açıq olmalıyıq. Biz onun müsbət və mənfi cəhətlərini, təsirini dəyərləndirməyi bacarmalıyıq. Həmən eşidən kimi yenilikdir, ona mənfi reaksiya bildirsək, biz inkişaf edə bilmərik. Burada sonra vacib olan anlayışlardan sizə izah edim hansı ki lazımdır. Qeyri-formal təhsil isə dərnəklərdə, kurslarda keçirilən tədrisdir ki, sonda dövlət sənədinin verilməsi başa çatmır. Məsələn, bax indi mənim dərsim kursdur, düzdür müəllimə? Mən sonda sizə dövlət sənədi vermirəm. Üzrlü sayın. Dövlət sənədi vermirəm. Bu olur qeyri-formal təhsil. Məsələn, uşaqlar gedirlər hər hansı bir dərnəklərə, hər hansı bir müəllim hazırlığına, əlavə hazırlığa gedirlər. Dövlət sənədinin verilməsi ilə müşahidə olunmayan təhsil formasıdır. Lisenziya isə icazə deməkdir də, rəsmi sənəd. Yəni dövlət icazə verir ki, bu təhsil müəssisəsi fəaliyyət göstərsin. Lisey ilə gimnaziyanın fərqi nədir müəllimə? Gimnaziyada humanitar yönümlü dərslər keçirilir, liseydə isə texniki yönümlü dərslər deməli keçirilir. Burada da deməli istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumi təhsil müəssisəsidir. Burada lazım olan isə sərbəst təhsil nədir? Yəni ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və təhsil alandan ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ. Vaxtından əvvəl bitirmək hüququnu keçəcəyik, çünki o hissəyə hələ daxil olmaq istəmirəm. Biz bunu növbəti dərslərimizdə daha ətraflı keçəcəyik. Yəni uşaq 3-dən 5-ci sinifə, 8-dən 10-cu sinifə, birbaşa 10-cu sinifdə məktəbi bitirə bilər. Bu vaxtından əvvəl məktəbi bitirməkdir. Bu vaxtda bunun təşkili qaydaları haqqında daha ətraflı keçəcəyik. Bir də var ki, deməli məktəbə tutalım ki, məsəl üçün 8 sinifə qədər oxuyub, sonra məktəbə gəlməyib və yaxud da 10-cu sinif oxuyub, sonra 11 illik attestatı almayıb. 11 illik attestatı almayıbsa, amma buna indi attestat lazımdır. Yəni 16-18 yaş tamam olanda, onda həmin şəxs gəlib eksternat qaydada təhsil alıb, imtahan verib attestat ala bilər. Bunlar haqqında ətraflı keçəcəyik. Sadəcə hələ ki ümumi məlumat verirəm. Daha geniş bunlar adı belə xırda qeyd olunub, amma biz bunun haqqında ayrı-ayrı sənədlərdə keçəcəyik. Sonra burada sizə lazım olan hissəsini sizə izah edim.
Aha, qanunvericilik nədir müəllimlər? Ümumiyyətlə yadınızda saxlayın, məktəbəqədər təhsil haqqında qanun var. Yəni bağçalara aiddir. Ümumi təhsil haqqında qanun var. Yəni bizim işlədiyimiz orta məktəbə aiddir. Peşə təhsil haqqında qanun var, peşə məktəblərinə aiddir, amma kolleclərə, ali təhsil müəssisələrinə aid hələ ki qanun yoxdur. Mən indi o qanunvericiliyi də izləyirəm, hazırlanır. Yəni ali təhsil müəssisəsi haqqında da qanunvericilik toplusu hazırlanır. Sonra qanunvericiliyin bir var qanun, bir də var qanunvericilik. Məsələn, təhsil qanunvericiliyinin məqsədi odur ki, bizim hüquqlarımızı müdafiə etsin. Hüquq və vəzifələrimiz orada öz əksini tapır. Amma təhsilin məqsədi, bir də var təhsilin məqsədi. Təhsilin məqsədi odur ki, biz uşaqları yetişdirək. Vətəndaş kimi, şəxsiyyət kimi biz onları yetişdirək. İndi necə şəxsiyyət kimi, vətəndaş kimi yetişdirəcək, bunun haqqında növbəti maddələrdə qeyd olunub. Maddə 3-də isə dövlət siyasətinin əsas prinsipləri qeyd olunub. Bunu əzbərləyin müəllimlər. Çünki müsahibədə bu prinsiplər soruşulur. Neçə prinsip var? Hansı bu prinsipləri bir-bir izah edin. Müəllimlər, ümumiyyətlə yanınızda bir dəftər qələm olsun mütləq. Mənim hansı hissələri sizə ki deyirəm əzbərləyin, bax onu mütləq qeyd edin. Yəni qeydiyyatınızı aparın. 10 dənə prinsipi mütləq əzbərləyin. Humanistlik nədir? Demokratiklik, bərabərlik, sonra milli və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik, fasiləsizlik və varislik, liberallaşma, inteqrasiya. Bunların asan üsulla indi sizə izah edəcəm müəllimlər ki, yadınızda qalsın. Ümumiyyətlə müəllimlər, birinci nədir? Humanistlik. Humanist nə deməkdir? Yəni biz şagirdləri daha tolerant, daha dözümlü, insanlara qayğı, hörmət, yəni bu istiqamətdə şagirdləri yetişdiririk. Hansı ki, onlar bizim və ümumbəşəri dəyərləri qorumalıdırlar, ətraf mühitə qayğı göstərməlidirlər, daha dözümlü olmalıdırlar, prioritet kimi bunu qəbul etməliyik. Yəni uşaqları insan kimi yetişdirməliyik. Bax, görürsünüz bu cümlələr nə deməkdir? Əgər biz uşaqları bu cür yetişdirsək, onda insan yetişdirərik də, insan kimi insan, human ingilis dilində götürülən bir sözdür. Demokratiklik nədir? Demokratiklik isə insanların təhsil alanların azad düşüncə ruhunda tərbiyə edilməsidir. Yəni uşaqlarımız azad düşüncə ruhunda tərbiyə edilməlidir və təhsil müəssisəsinə muxtariyyətin verilməsi. Biz bilirik ki, artıq bir neçə məktəb publik hüquqi şəxs statusu alıb pilot layihə kimi. Bunun təşkili qaydaları haqqında mən növbəti dərslərdə daha ətraflı məlumat verəcəm. Yəni həmin məktəb adam başına maliyyələşəcək. Yəni nə qədər şagirdi, o məktəbin nə qədər ki şagirdi çox olacaq, o məktəbə daha çox maliyyə vəsaiti ayrılacaq. Və məktəbdə nə zaman şagird çox olur? Təbii ki, o məktəbin idarə etməsi yaxşı olursa, o məktəbin maddi-texniki bazası yaxşı olursa, o məktəbin müəllimləri yüksək səviyyədədirsə, təbii ki, o məktəbin şagird sayı da artacaq. Bərabərlik nədir? Yəni bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkan yaradılması. Vətəndaşlar görürsünüz, hər kəs yox. Yəni bu qanun bizim vətəndaşlara aiddir. Ona görə burada vətəndaşlar sözünü mən qırmızı ilə qeyd etmişəm ki, hər kəsin yox, vətəndaşların. Milli və dünyəvilik nədir? Yəni milli və ümumbəşəri dəyərlərin qorunması, onların dialekt vəhdətinin təmin edilməsi, əslində dünyəvi təhsil sisteminin yaradılması. Müəllimlər, biz şagirdlərə təkcə elmləri öyrətmirik də, öz elmlərimizi öyrətmirik, həm də dünyəvi elmləri öyrədirik. Çalışırıq ki, şagirdlərimiz dünyada olan bütün elmlərdən məlumatı olsun. Yəni yalnız öz alimlərimizi, yalnız öz şairlərimizi, yazıçılarımızı öyrətmirik. Digər ölkələrin də yazıçılarını, şairləri haqqında da məlumat dərsliklərimizdə verilir. Keyfiyyətli nədir? Baxın müəllimə, bəzən müsahibədə deyirlər ki, keyfiyyət nədir? Keyfiyyəti necə təmin edirsiniz? Keyfiyyət standartlara uyğunluq deməkdir. Standart proqramını daha genişdir, onu növbəti dərslərimizdə daha ətraflı keçəcəyik. Əgər o məktəb standartlara cavab verirsə, deməli o məktəb keyfiyyətlidir. Standartlar da 13 dənə standart var. Bunu növbəti dərslərimizdə daha ətraflı keçəcəyik müəllimə. Yəni bu proqramı mən ayrı dərsdə keçirəm. Sonra səmərəlilik nədir? Yəni səmərəli o deməkdir ki, müəllimlər faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla dərsin təşkili. Ümumiyyətlə məktəbdə dərslər elə təşkil olunmalıdır ki, sonda nəticə olsun. Sonu faydalı olsun, yaxşı olsun. Yəni dövlət təhsilin qarşısında belə bir prinsip qoyub ki,
təhsilimiz səmərəli olmalıdır. Müəllimlər müasir metodlarla işləməyi bacarmalıdır. Məsələn, bir çox müəllim var ki, süni intellekt proqramlarını çox yaxşı təlimlər təşkil olunur müəllimlər. Mən sizə istiqamət verim. Məsələn, Asan İnnovasiya Mərkəzində indi burada Bakıda qalan müəllimlər gedə bilər. Orada çox yaxşı intellektlə bağlı təlimlər təşkil olunur. Siz o təlimlərdə gedib iştirak edə bilərsiniz. Və yaxud elektron qayda deməli onlayn şəkildə də təlimlər, vebinarlar təşkil olunur ki, süni intellekt proqramından istifadə edərək dərslərinizi necə təşkil edərsiniz. Maraqlı olur. Yəni ki, müasir dövrün müəllimi bu metodlarla işləməyi bacarmalıdır. Fasiləsizlik o da deməkdir ki, müəllimlər, ibtidai sinifi bitirdin, ümumi ortaya keçirsən, ümumi ortanı bitirdin, tam ortaya keçirsən, tam ortanı bitirdin, istəsən kollecə gedə bilərsən, peşə təhsilinə, əgər istəməsən ali təhsilə gedə bilərsən. Yəni orta məktəbi bitirməsən, sən ali təhsilə gələ bilməzsən də. Mütləq burada nə olmalıdır? Fasiləsizlik olmalıdır. Sonra vəhdətli odur ki, mövzular bir-biri ilə əlaqəlidir. Mövzu bir-birinə əlaqəli nə deməkdir müəllimə? Məsəl üçün biz uşağa 4-cü sinifdə, 3-cü sinifdə 100-lük dairəsində hesablamanı keçirirsə, məsəl üçün 4-cü sinifdə milyonluq dairəsində artıq hesablamanı keçirir. Görürsüz, standart dəyişmədi, standart daha da təkmilləşdi. Yəni bir-birindən mövzular vəhdətlidirlər, bir-birindən bağlıdırlar. Varislik öyrəndi. Varislik nə deməkdir? Yəni biz öyrəniblər, bizə çatdırıblar bu təhsili, bilik və bacarıqları biz də öyrəndiklərimizi növbəti nəslə, yəni bilik və təcrübəmizi növbəti nəslə ötürməliyik. Liberallaşma isə təhsil fəaliyyətinin açıqlığının deməli genişləndirilməsidir. Bu nə deməkdir müəllimlər? Təhsil sahəsinin açıqlığının genişləndirilməsi o deməkdir ki, müəllimlər, baxın sosial şəbəkələrdə görürsüz nə qədər təhsillə bağlı Facebookda deməli paylaşımlar edilir və daha da geniş şəkildə biz cəmiyyəti məlumatlandırırıq ki, onların bu təhsil fəaliyyəti haqqında məlumatlı olsunlar. İnteqrasiya da odur ki, biz dünya təhsil sisteminə inteqrasiya edirik. Baxın müəllimlər, elə bu haqqda sizə daha ətraflı məlumat verim. Növbəti tədris ilindən bildiyimiz kimi ədəbiyyat, tarix, təsvir incəsənət fənləri inteqrasiya olunmuş şəkildə keçiriləcək. Bu dünya təhsilində də var. Mədəniyyət fənni adı altında 3 fənn birlikdə deməli inteqrasiya olunmuş şəkildə təşkil olunacaq. Məsələn, 2 il bundan qabaq, 2-3 il bundan qabaq fizika, biologiya, həyat bilgisi fənləri birləşdirildi. Təbiət fənni adı altında deməli təşkil edilir. Bu dünya təcrübəsində də var. Yəni fənlərin inteqrasiya olunmuş şəkildə tədrisi. Bu nəyə görə lazımdır? Ona görə lazımdır ki, uşaqlar o fənləri elə öyrənsilər ki, dünyanın tək fizikadan ibarət olduğunu, dünyanın tək kimyadan, biologiyadan ibarət olduğunu yox, fizika kimyanın birlikdə vəhdətindən əmələ gəldiyini, biologiyanın, yəni bu fənlərin bir-biri ilə əlaqəli olduğunu başa düşsün. Yəni dünya bir bütöv bir sistemdir. Biz əgər əlimizdəki olan bir kağızı pəncərədən qırağa atsaq, kənara atsaq, biz onu dərk eləməliyik ki, biz dünyamızı, evimizi çirkləndiririk. Tək elə evimizin içi bizim dünyamız yox, bütün dünya bizim evimiz olduğunu biz şagirdlərə izah etməliyik. Ona görə də dünya təhsil sisteminə biz mütləq inteqrasiya etməliyik. Baxın müəllimlər, Yaponiya, Koreya, bunlar nəyə görə bu qədər inkişaf edirlər? Çünki ilk öncə beyinləri inkişaf etdirirlər. Mən TikTokda bir dənə maraqlı video qarşıma çıxmışdı. Həqiqətən də mənə çox ləzzət elədi də. Orada deməli işə tez gələn işçilər maşını dayanacaqda ən axırda saxlayırlar. Nəyə görədir? Birdən işə gecikən işçiləri onlar qarşıda saxlasınlar ki, ən azından uzaqda saxlayıb işə gəlmək daha vaxt alır, nəinki biraz işə yaxın yerdə dayanacaqda saxlamaq. Bu bir mədəniyyətdir müəllimlər. Bu bir həqiqətən də görün nə gözəl mədəniyyətdir. Həqiqətən də mən baxdım, zövq aldım. Sonra onlar tutalım ki, növbə gözləyirlər, ardıcıllığı gözləyirlər. Biri digərinin kənarından keçib tələsdirmir. Bizdə metroda çox da acınacaqlı vəziyyət. Az qala adamın başının üstündən belə deyək də atlayıb keçirlər, gözləmirlər. Birimizdə gözləmə mədəniyyəti yoxdur. İndi mən bunu təbii ki, hamıya şamil etmirəm, amma ümumi məsəl üçün ictimai yerlərdə gördük ki, gözləyə bilmirik bir-birimizi, harasa tələsirik. Elə bilirik ki, yəni bu doğru deyil. Doğru deyil. Siz şagirdlərinizə də bunu başa salmalısınız. Bunu necə başa salmalısınız? Uşaqlar görürsüz, zəng vurulur.
necə çıxırlar sinifdən? Yəni necə deyim, elə bil ki, biz onları heç öyrətmirik. Amma elə müəllim olur ki, zəng vurulandan sonra uşaqlar sırayla öz sinifini keçib təmizləyirlər, partalarını düzəldirlər, stollarını düzəldirlər, əyinlərini girib sıra ilə deməli məktəbi tərk eləyirlər. Düzdür, bu çox azdır, amma çox olması həqiqətən yaxşı olardı. Gözəl bir mənzərə olur. Bunun üçün də müəllimin özünün peşəkarlıq səviyyəsi həqiqətən də yüksək olmalıdır. Bu təkcə ixtisas cəhətdən yox, həm də pedaqoji cəhətdən, psixoloji cəhətdən müəllim buna hazır olmalıdır. Deməli 10 dənə prinsipi əzbərləyin. Gördünüz, bunu bir-bir izah elədim müəllimə. Çox xahiş edirəm, bu 10 dənə prinsipi əzbərləyin. Çünki müsahibədə də prinsiplərin adları soruşulur. Sonra getdik müəllimlər. Burada təhsil hüququndan verilən dövlət təminatı. Yəni dövlət bizi qoruyur. Deyir ki, heç kim təhsilin heç bir pilləsindən, səviyyəsindən məhrum edilə bilməz. Ayrı seçkiliyə yol verilə bilməz ki, bu kişidir, qadındır, hansı dinə, hansı siyasi əqidəyə malikdir. Yəni hər kəsə, hər bir vətəndaşımıza bərabər imkanlar verilir. Ayrı seçkiliyə yol verilmir. Kişilər və qadınlar üçün bərabər imkanlar yaradılır. Və mütləq yadınızda saxlayın. Bax, icbari ümumi orta təhsil ödənişsizdir və icbaridir. İcbari nə deməkdir müəllimə? İcbari o deməkdir ki, məcburidir. Sonra sayın. Məcburi nə deməkdir? Yəni əgər siz sinif rəhbərisiniz, bir fənn müəllimisiniz, məktəbin direktorusunuz, müavinisiniz, görürsünüz ki, uzun müddət təhsildən yayınan şagird var, siz onu mütləq maraqlanmalısınız. Bunlar az yaşlı olur, valideynləri problemli ola bilər və yaxud da az yaşlı uşaqlarını işlədirlər. Mütləq məlumatınız olmalıdır. Görürsünüz ki, bu uşaqdan məlumat yoxdur, həmin hüquq mühafizə orqanlarına məlumat verməlisiniz. Çünki əgər sizin dərs dediyiniz sinifdə, sizin rəhbərlik etdiyiniz məktəbdə uşaq 1 aydır, 2 aydır dərsə gəlmir və sizin bundan xəbəriniz yoxdur və siz heç bir tədbir görmürsünüzsə, siz necə deyim, onda icbariliyi təmin etmirsiniz. Vəzifə funksiyasını pozmuş olursunuz. Çox diqqətli olun. Məktəb rəhbəri olaraq tədrisdə yayınan şagirdləriniz haqqında mütləq məlumatınız olmalıdır. Sonra deməli, hər kəs bir dəfə pulsuz təhsil almaq imkanı var. Məsəl üçün, mən bakalavrı bir dəfə ödənişsiz oxumuşam. Magistraturanı bir dəfə ödənişsiz oxumuşam. Birdən ola bilər də beynimə düşdü nəsə bir yenə ikinci ixtisası oxumaq istəyim. Mən artıq 700 bal da toplasam, mən artıq ödənişsiz oxuya bilməyəcəm. Dövlət məni ancaq bir dəfə oxudur. Maksimum bal da toplasam, dövlət artıq məni pulsuz oxutmayacaq. Mən deməli dövlət sifarişi ilə öz hesabıma oxuyacam. Sonra standartlar, baxın standartlar yadınızda saxlayın. 5 il üçün, minimum 5 il üçün nəzərdə tutulur. Bu standart proqramı ayrı bir dərsdir, ayrı bir sənəddir. O sənədə daha ətraflı keçəcəyik. Standart bir dövlətin tələbidir, normasıdır, ölçüsüdür, normatividir. Məktəb o normalara deməli cavab verməlidir. 13 standart var. O standart haqqında ayrıca dərsimizdə deməli daha ətraflı keçəcəyik. Tədris dilimiz Azərbaycan dilidir, bizim dövlət dilimizdir. Dövlət dilimizdən başqa bizim qanuna əsasən rus və gürcü dillərində tədris aparılır. Özəl məktəblər isə ingilis dilində də aparıla bilər, amma 6 fəndən, 6 dildən xarici dil deməli keçirilir. 6 dil hansılardır? İngilis, rus, ərəb, fars, alman, fransız. Alman bir dəfə. Yəni bu dillərdə xarici dildə deməli tədris aparılır. Amma ümumi tədris aparıla bilər rus dilində, bir də gürcü dilində. Gürcü məktəbləri var. İndi burada müəllimlər varsa Şəki-Zaqataladır, Qax zonasıdır. Yəni orada elə kəndlər var ki, sırf orada gürcü dilində məktəblər tədris olunur. Məsələn, bizim məktəbdə həm Azərbaycan bölməsi var, həm rus bölməsi var. Sonra tədris əgər digər dillərdə aparılırsa, Azərbaycan dili, ədəbiyyat, tarix və coğrafiya mütləq tədris deməli olunmalıdır və Azərbaycan dilinin saatları artırılır. Azərbaycan tarixi deməli rus bölməsində Azərbaycan dilində keçirilir. Bunu düzdür. İndi tədris planını keçəndə orada daha ətraflı izah edəcəm. Burada keçmişkən istəyirəm ki, vurğulayım. Müəllimlər, biz bildiyimizə görə rus bölməsində 5-ci sinifdə Azərbaycan tarixi Azərbaycan dilində aparılır.
aparılırdı. Keçən ildən artıq 6-cı sinifdə də Azərbaycan tarixi Azərbaycan dilində aparılır. Mən gözləyirəm ki, növbəti ilin tədris planında artıq 7-ci sinifdə də Azərbaycan tarixi Azərbaycan dilində aparılsın. Yəni rus bölməsində uşaqlar Azərbaycan tarixini rus dilində yox, Azərbaycan dilində keçəcəklər. Bu nəyə görə lazımdır? Çünki bizim dövlətimizdə yaşayırsınız, bizim respublikamızda yaşayırsınız. Zəhmət çəkib bizim dilimizi öyrənməlisiniz. Mənim Qəbələdən bir müəllim hazırladığım bir müdavim var idi. Deməli, orada da azsaylı xalqlar var və onlar dedi ki, müəllimə, onlar çətinlik çəkirlər bizim kitabı oxumağa. Mən nə edirəm? Mən deməli tərcümə edirəm onlara və belə keçirəm. Dedim, çox nahaq yerə niyə tərcümə edirsiniz? Dövlət bir tələb qoyub. Dövlət bunu ona görə edib ki, deməli o azsaylı xalqlar bizim respublikamızda yaşaya, bizim dövlətimizdən faydalanır, bizim torpaqlarımızda yaşayırlar və bizim dilimizi öyrənmək istəmirlər. Bu bizim günahımızdır. Həqiqətən də biz bir xalq olaraq öz dilimizi necə deyim, təbliğ etməliyik, məşhurlaşdırmalıyıq, onlara məcbur etməliyik. Mən demək belə səhnə ilə qarşılaşanda öz universitet illərimi xatırlayıram və çox peşman oluram həqiqətən də ki, müəllimlərimiz bizə bunu necə beynimizə yeritməli idilər. Biz 26 nəfər idi universitetdə oxuyanda, 22 nəfər Azərbaycanlı tələbəsi idi, 4 nəfər isə Türkiyədən idi. Siz inanırsınız, o 4 nəfər bizə türk dilini öyrətdilər. Biz 22 nəfər onlara Azərbaycan dilini öyrədə bilmədik. Danışmırdılar. Çox belə orada Türkiyədə onların məktəblərində necə öz dillərinə qarşı sevgi yaradırlar. Onlar bizim dildə söz danışmırdılar, amma bizə öyrətmişdilər. Mən həmin illəri xatırlayıram və çox peşman oluram və ona görə də evdə öz uşaqlarıma da, dərs dediyim uşaqlara da həmişə təbliğ eləyirəm ki, bizim dilimizi təbliğ eləyin. Mütləq bizim dilimizi məşhurlaşdırmalıyıq. Sonra təhsil sisteminin quruluşu. Təhsil sisteminin quruluşu burada nədir? Burada quruluş nə deməkdir müəllimlər? Yəni təhsil sisteminə nələr aiddir? Bizim dərs dediyimiz məktəblər, bağçalar, təhsil idarəetmə orqanları, təhsil sahəsində fəaliyyət göstərən QHT-lər, yəni QHT-lər qeyri-hökumət təşkilatlarıdır ki, təhsil sahəsində fəaliyyət göstərirlər. Assosiasiyalar, cəmiyyətlər, digər qurumlar, bunlar hamısı təhsil sisteminin quruluşuna aiddir. Təhsilin keyfiyyət səviyyəsi nədir müəllimlər? Təhsilin keyfiyyət səviyyəsi az öncə vurğuladım ki, standartlara uyğun olmalıdır. O standartları keçəcəm sizlərlə. Burada qısa bir məlumat verim ki, təbii ki, təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələ üçün fərqlidir. Yəni orada ictimai, siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və bunu da təbii ki, müvafiq icra hakimiyyəti deməli hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı isə bu kimdir? Təbii ki, Nazirlər Kabineti. Yəni Nazirlər Kabineti o standartları hazırlayır, dövrün tələbinə uyğun olaraq, ictimai, siyasi, sosial-iqtisadi, elmi, mədəni inkişafla bağlı olaraq həmin o tələbləri hazırlayır. Kurikulum artıq bilirik ki, kurikulum bir proqramdır. Hər bir təhsil pilləsinin səviyyəsinin kurikulumu var, bağçanın da öz kurikulumu var, orta məktəbin, peşənin, orta ixtisasın, ali təhsilin, yəni hər birinin öz proqramı, kurikulumu var və bu proqram hətta əlilliyi olan, yəni sağlamlıq imkanları məhdud olan şagirdlər üçün təşkil olunan xüsusi təhsil müəssisələri var ki, oradan da öz proqramı var, oradan da öz kurikulum proqramı var ki, o uşaqlara müəllimlər dərs keçirlər. Sonra burada təhsil məzmununa verilən tələblər nədir müəllimlər? Bax, məzmun nə deməkdir? Məzmun o deməkdir ki, biz şagirdlərə nə keçirik, nə öyrədirik. Öyrətdiyimiz bir şey, bir mövzu, dərslikdə olan o mövzular şagirdi inkişaf etdirməlidir. Onların yaradıcı düşünmək bacarığını formalaşdırmalıdır. Yəni müsbət cümlələri deməliyik də, təhsil məzmununa, təşkilinə aid ümumi tələblərdə rəqabət qabiliyyətli olmalıdır. Şəxsiyyət kimi, vətəndaş kimi o şagirdlərimiz deməli formalaşmalıdır. Bu deməli ümumi təhsilin məzmununa verilən nədir? Tələblərdir. Və reklam yerləşdirilə bilməz. Bunu istəyirəm vurğulayım. Biz bilirik ki, dərsliklərdə, dərs vəsaitlərində, şagirdlərin gündəliyində reklam yerləşdirilə deməli bilməz və dərs dediyimiz məktəblərdə fikir verməliyik ki,
İdman mərc oyunları var. Məsələn, adlarını indi vurğulamıram, bilirsiniz o idman mərc oyunları hansılardır. Onlar məktəbdən ən azı 100 metr kənarda olmalıdır. Yəni ki, uşaqların diqqətini deməli cəlb etməsin. Daha sonra uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulları var ki, onlar da 150 metrdən az olmayan məsafədə, yəni 150 metrdən uzaqda yerləşdirilməlidir. Məsələn, dövriyyəsi qadağan edilən bir məhsul nə ola bilər? Məsələn, bir də görürsüz elə reklam paylaşılır ki, bu uşaqların yaş səviyyəsinə uyğun deyil. Siqaret ola bilər, spirtli içkilər ola bilər. Bunlar təbii ki, şagirdlər üçün qadağandır da, yəni onların sağlamlığına ziyandır. Ona görə də 150 metrdən az olmayan məsafədə yayılmasına yol verilmir. Minimum 150 metr məsafə olmalıdır. Təhsil formalarını bilirsiniz. Az öncə də məlumat verdim. Formal, qeyri-formal və informal təhsil forması. Bizim orta məktəb formal təhsil verir, çünki dövlət sonda attestat verir. Təhsil alma formaları hansılardır? Bunlar əyani, qiyabi, distant, sərbəst və 7 dənə təhsil alma forması var. Evdə təhsil, fərdi təhsil və stasionar təhsil. Əyani nədir? Uşaqlar deməli məktəbə gündəlik gəlirlər. Qiyabi ali təhsildə, kollecdə olur, orta məktəbdə qiyabi yoxdur. Distant təhsil deməli hələ ki qanunda var, amma tətbiq olunmur. Burada bir şey sizə vurğulayım. Deməli distant təhsil Türkiyədə var. Yəni siz Azərbaycanda qalıb Türkiyənin universitetlərinin bakalavr və magistraturanı bitirə bilərsiniz. Sonda dövlət sənəd verir, diplom verir. Yəni siz elektron qaydada oradakı dərslərdə iştirak edirsinizsə, bu hələ yoxdur. Amma bunun üzərində işlənilməlidir. Bunun üzərində işlənilir və çox güman ki, bizdə də distant təhsil təşkil olunacaq. İndi bilirəm sizin sual yaranır ki, bəs pandemiyada keçirilən nə idi? Distant deyildi. Xeyr, o distant təhsil deyil. O sadəcə onlayn dərslər idi. Yəni müvəqqəti olaraq, şəraitdən asılı olaraq təşkil olunan deməli onlayn dərslərdir. Distant təhsil odur ki, dövlət sonda deməli sənəd verir. Deməli mən magistraturanı əvvəl istəyirdim ki, Türkiyədə bitirim. Yəni qiyməti də elə baha deyildi, ödənişli idi. Ödənişsiz bilmirəm var yoxsa yox, amma mən ödənişli maraqlanmışdım. Deməli sonra dedim ki, bəs bunun mənfisi nədir də? Tutalım qəbul oldun, oxudun, ödəniş verdin, mənfisi nədir? Çox dərindən maraqlandım. Dedilər ki, bəs bizim dövlət tanımır. Yəni heç bir universitetin distant təhsil verdiyi diplomunu bizim dövlət tanımır. Tanıması da doğru deyil, çünki bizim özümüzdə distant təhsil olmuyor. Biz digər dövlətin distant diplomunu tanıya bilmərik də, bu heç məntiqə də sığmır. Ona görə qanunda var, amma hələ ki tətbiq olunmur, olunacaq. Evdə təhsil, fərdi təhsil, stasionar təhsil bunları keçəcəyik. Sərbəst təhsildə keçəcəyik müəllimlər. Bunlar təhsil alma formalarıdır. Təhsil müəssisəsi deməli mülkiyyət növünə görə 3 cür olur: dövlət, bələdiyyə, özəl. Bizim işlədiyimiz məktəb dövlətdir. Özəl deməli lisenziya əsasında fəaliyyət göstərən özəl təhsil müəssisələri. Bu da adı var, özü olmayan məktəblər. Valla mən hər dərsimdə deyirəm axırda bələdiyyədə məni yığacaqlar ki, məndən nə istəyirsiniz, bizdən nə istəyirsiniz? Yoxdur da bu məktəb. Adı var, amma bələdiyyə məktəbləri yoxdur. Hər dəfə də müəllimlərdən soruşuram ki, mən yaşadığım ərazidə yoxdur. Bəlkə ola bilər siz yaşadığınız regionda ərazidə var. Yəni hələ heç kim deməyib ki, bizdə bələdiyyə məktəbi var. Yəni belə çıxır ki, bələdiyyə də öz balansı hesabına, onun balansına görə nə qədər kommunaldan, digər deməli maliyyə vəsaitləri gəlir. Bunlar tikməlidirlər də məktəb, amma yoxdur. Adı var, yoxsa yoxdur. Onlar da inşallah. Məktəblər təbii ki, mənfəət məqsədi gütmür. Hər bir müəssisənin özünün nizamnaməsi var. Bu nümunəvi nizamnamə 2024-cü ildə yeniləndi. Bu da ayrı bir sənəddir. Onu keçəcəyik, nümunəvi nizamnaməni. Sonra ümumi təhsil müəssisəsinin tipləri və növləri. Tipləri nə deməkdir müəllimlər? Tip odur ki, bağça, məktəb. Bağça nədir? Məktəbə qədər, düzdür? Bağça, yəni ümumi məktəbə qədər təhsil müəssisəsi, ümumi təhsil, peşə təhsil, orta ixtisas, bir də
Ali təhsil bu tipdir. Növü isə odur ki, bax bağçanın növləri çoxdur da. Orda körpələr olur, yaşlılar deyirlər. Mənim də lap belə 1 yaş, 1 yaş yarım. Körpələr evi, uşaq bağçası. Yəni orda artıq 3 yaşdan başlayır. Sanator tipli məktəbə qədər təhsil müəssisəsi, xüsusi məktəbə qədər təhsil müəssisəsi. Bunlar hamısı bağçanın növləridir. Məsələn, bizim işlədiyimiz məktəb olur tam orta məktəb. İndi ümumi təhsil müəssisəsinin tipini, növünü izah eləyirəm. Məktəbimiz 11 illikdir. Olur tam orta məktəb, tam orta ümumi təhsil məktəbi. Elə məktəb var ki, 9 illikdir. Onda adı olur ümumi orta. Elə məktəb var ki, ibtidaidir. Olur ümumi ibtidai ümumi təhsil məktəbi. Liselər, gimnaziyalar, internat tipli liselər, internat tipli gimnaziyalar, bunlar hamısı olur ümumi təhsil müəssisəsinin deməli növü. Ümumi təhsil özü tipdir. Ondan nələr daxildir? Olur nə? Bax bunlar da onun növləridir. Məsəl üçün müəllimlər lisey və gimnaziyada işləyən bir müəllim direktor, müavin və təşkilatçılar işə qəbulunda iştirak edib, istəsə liseyə, istəsə gimnaziyaya, istəsə orta məktəblərə, yəni adi məktəblərə direktor, müavin təşkilatçı kimi işə qəbul ola bilər. Amma kollecdə, peşə təhsildə işləyən müəllim isə bu imtahanlarda iştirak edə bilməz. Əvvəl icazə verirdilər ali təhsil müəssisəsi müəlliminə, kollec, peşə məktəb müəlliminə, artıq 2-3 ildir icazə vermirlər. Yəni sən əgər direktor, müavin təşkilatçı olmaq istəyirsənsə, mütləq məktəbdə fəaliyyət göstərməlisən, mütləq məktəbdə işləməlisən. Lap sənin 15 il pedaqoji stajın olsun, sən məktəbdən çıxmısan və deməli, yenidən müəllim işləmirsən, amma rəhbər vəzifəyə gəlmək istəyirsənsə, sənin sənədlərin qəbul olmayacaq. Bunu artıq bilirik. Mütləq məktəbdə işləməlisən. Sonra peşə təhsil müəssisəsinin də növləri hansılardır? Məsələn, peşə məktəbləri var, peşə liseyləri var, peşə təhsil mərkəzləri var. Yəni bizdə indi yanlış fikir var ki, hamı ali təhsilə daxil olmalıdır. İnanın ki, elə şəxslər tanıyıram ki, peşə təhsil gedib yaxşı peşə öyrəniblər. Bəzən deyirlər ali təhsilliyəm, 2 dənə diplomum var, bazarda işləyirəm. Bu sənin günahındır. Hələ bunu üzrlü sayın bu sözü istifadə edəcəm. Yəni utanmadan da belə dilə gətirir. Bu doğru deyil. Deməli sən peşəni düz seçməmisən. Sən öz arzularına doğru getməmisən. İstəmədiyin, yəni o kütləyə qoşulub gedib ali təhsil bitirmisən. Ona görə də sən o diplomu istifadə edə bilmirsən. Elə insanlar var ki, peşə təhsili bitirir, yaxşı peşə öyrənir və qat-qat da ali təhsillərdən qat-qat da yaxşı maaşı var, yaxşı pul qazanır. Çünki öz arzusuna uyğun peşəyə sahibdir. Universitetlər, akademiyalar, institutlar da ali təhsil müəssisələrinə aiddir. Əlavə təhsil müəssisələri də var ki, onlar da əlavə təhsil xidmətləri, yəni universitetlərdə, institutlarda, mərkəzlərdə həyata keçirilir. Az komplektli məktəb nədir müəllimlər? Az komplektli məktəb odur ki, orada şagird sayı az olsun, yəni 100-dən az olsun. Bir də var kompleks siniflər. Kompleks siniflər o deməkdir ki, siniflər birləşdirilir. Məsələn, şagird sayı azdır. Məsələn, 1-ci sinifdə 5 dənə şagird var, 3-cü sinifdə 6 dənə şagird var da onlara ayrı-ayrı dərs keçirilməyəcək. O 1 ilə 3 birləşdiriləcək, olacaq cəmi 11. Yəni maksimum şagird sayı 18 olana qədər birləşdirməyə icazə verirlər. Məsəl üçün 2-ci sinifdə 9 şagird olsun, tutan 4-cü sinifdə 10 dənə şagird olsun, bunun birləşdirilməsinə icazə verməyəcəklər. Çünki 9 da gələ 10, 18-i aşdı. Düzdür? Elədi 19 şagird. 19-u aşan, 18 şagird aşanda artıq birləşdirməyə icazə vermir. Birləşdirmə nə deməkdir? Yəni bir sinifdə həm 1-ci sinif şagirdi olacaq, həm 2-ci sinif şagirdi olacaq. Bunların jurnalları, hər bir şey ayrıdır. Sadəcə müəllim 45 dəqiqənin tutam ki, yarısını 1-ci sinifə keçir, yarısını 3-cü sinifə keçir. Yəni çox çətin bir vəziyyətdir. Amma ki, qanunumuzda var da bunu maliyyəyə qənaət etmək üçün bu kompleks siniflərin yaradılmasına icazə verilir. Ancaq ibtidaidə, amma yuxarı sinifdə olmaz. Tutam ki, 5-ci sinifdə 2 dənə şagird var, 6-cı sinifdə 3 dənə şagird var. Bu 5 dənə 6-nı birləşdirib buna icazə verməyəcəklər. Ancaq ibtidai sinifdə icazə verirlər. Bu az komplektli məktəblərdə demək olar bağlayırlar. Biz bilirik ki, artıq
nazirin öz çıxışında vurğuladığı kimi artıq 140-dan çox məktəb bağlanılıb. Bu il də çox məktəb bağlanıb. İndi hələ statistik rəqəmi deyə bilmirəm, çünki hələ qarşıma çıxmayıb. Amma biz bilirik ki, şagird sayı 30-a qədər olan məktəblərin çoxusu bağlanılıbdır. Bu ildə, növbəti illərdə də artıq 30-dan 50-60-a qədər şagirdi olan məktəblər yavaş-yavaş bağlayırlar. O məktəbləri göndərirlər. O məktəb müəllim və şagirdləri yaxınlıqda, qonşuluqda olan məktəbə göndərirlər. Belə. Amma mən fikirləşirəm ki, bu doğru deyil. Çünki inanın ki, nə qədər uşaqlar var ki, qonşu məktəbə gedə bilmirlər. Qar olur, boran olur, yollar indi çox getmək olmur. Bilmirəm indi bunun axırı necə olacaq. İndi hələ ki bunu belə təşkil edir. Axşamlıq deyil müəllimə. O qonşu sayılmır axı o. Gör nə qədər yol var. O uşaqlar nəqliyyat da yoxdur, imkansızlıqdır. Məsəl üçün kənddə yaşıyorduk, uşaqlar getməyə hələsinə imkanı yoxdur ki, uşağı göndərsin. O ailələr göndərmir ki onu. Onu deməli icra nəqliyyat təşkil edir, icra göndərir. O ailələrdən çıxmalı deyil o vəsait. Hə, göndərəcəyəm. Çətin ancaq inanmıram ki, göndərər. Yo göndərirlər. İndi bilmirəm bəlkə burada elə müəllim var ki, bəlkə onu bilir rayonunda təşkil olunur. Elə bir müəllim varmı müəllimlər? İndi mən Bakıda qalıram, o problem yoxdur, rayonlarda var amma. Axşamınız xeyir müəllimlər. Bəli, Samira müəllimə, mən həmin ərazilərdənəm. Ad çəkməyəcəm, amma təşkil olundu, demək nəqliyyat xətti təşkil olundu. Sadəcə bir ay apardı, gətirdi. İndi uşaqlar qalıblar valideynin öz ümidinə, heç kim nə aparmır, nə də gətirmir. Bircə ay özlərini göstərdilər, onunla da olmadı. İndi hardasa həftədə bir dəfə görürəm ki, həftədə bir dəfə aparar, gətirər bu vəziyyət. Mənim özüm bir kənddən başqa kəndə gedirəm, 2 saat piyada yol gedirəm. 2 saat piyada yol gedirəm, axşam gəlib çıxıram evə. İbtidai sinif müəllimiyəm. Günortaya qədər bir məktəbdə, günortadan sonra başqa kəndə gedirəm, 2 saat piyada yol gedirəm. Və görürəm ki, o uşaqlarda elə mənim vəziyyətimdə 3-4 nəfər birləşirlər, taksi tuturlar, valideyn aparır, gətirir. Gündə bir bəhanə ilə heç nə aparmırlar, nə də gətirmirlər. Uşaqlar məktəbə getmirlər, çoxu getmir məktəbə. Hal-hazırda mənim o tanıdığım yerdəki, məsələn, uşaq bu gün getməmişdi çoxu. Çünki hava dəhşət soyuq idi, həddindən artıq qar yağırdı, külək idi, ona görə getməmişdilər. Yəni məktəb yaxın olanda, necə deyim, biraz getmək olurdu, amma məktəb uzaq olanda getmək olmur. Yəni bəli, çox acınacaqlı bir vəziyyətdir. Həqiqətən çox acınacaqlı bir vəziyyətdir. Mənim özümün heyfim gəlir. 4 il dərs dediyim şagirdim, yüksək potensiallı şagirdim dərsdən tamamilə yayınır. Ailənin maddi durumu çox aşağı olduğuna görə aparıb gətirə bilmir daha. Neçə dəfə evlərinə getdim, xahiş elədim atadan. Ata mənə dedi ki, mənim aylıq qazancım 300-400 manatdır. Mən onu çatdıra bilmirəm. Mən necə aparım ay müəllimə? Necə eləyim? Bilirəm və indi bunu bilmirəm ictimailəşdirməkmi lazımdır? Yəni necə, yəni bu çox rayonlarda nə qədər yüksək ballı şagirdlər gəlirlər. Bəli, çox yüksək potensiallı qız uşağıdır özü də, ağlayır, neyinir. Getdim maarif şöbəsinə də, mənə dedilər ki, get yəni işinlə məşğul ol. İdarəyə də getdim, mədəni şəkildə başa saldılar ki, yəni biz nə edə bilərik. Üzr istəyirəm, çox üzr istəyirəm Afət xanım. Bəlkə onu sosiallaşdırasınız, yəni sosial daha təsirli olur. Sosiallaşdırsa, mən problem yaşamaq istəmirəm, çünki özümün yetəri qədər problemlərim var. Ona görə sakitəm. Əslində mənim ürəyim partlayır. Yəni dava qırğınlığı yox, daha nədir? Afət müəllimə, yəni mən bunu hər dəfə dərslərimdə də sorğu-sual aparıram. Həqiqətən də görürəm ki, yəni siz necə yaxşı oxuyan uşaqlarımız kənarda qalır. İndi müəllimlər Bəli. Müəllimlərimiz 4 il mən təhər gedirlər, amma bu qədər uşaqlar axı qalır. Bunun yəni bir statistik rəqəmini, məsələn indi burada biz bu dərsi keçdik, düzdür. İndi mən valla özüm istəyirəm ki, bir podkast bir şey hazırlayım, bu uşaqlara yardım eləmək lazımdır. Nə qədər məktəblər çox üzr istəyirəm, ürəyim partlayır, yəni ürəyim o qədər doludur ki, çox üzr istəyirəm, ürəyim partlayır, sözünüzü kəsirəm. Bir ailədən 3 uşaq təhsildən yayınır hal-hazırda. Mən gecə saat 12-də belə o valideynin evinə getmişəm. Ata məndən daha hər cür danışıb ki, ay müəllimə alınmır, mənim maddi imkanım əl vermir ona. Bir ailədən 3 uşaq, 2 şagird
İkisi Bəli. çox gözəl potensialı var. Elə bir ki, fitri istedaddılar, Allah bunlara verici verib. Amma sentyabrdan bura cəmi bir həftə dərsə gedələr ya da getməyələr. Hal-hazırda gedə bilmirlər. Bilirəm müəllimə. İndi nə bilim, mən əlimdən gələni istəyərəm ki, dəstək olum. Müraciət eləməkdə müəllimlərə, valideynlərə dəstək olum. Müşahidə etdiyimə görə də, yəni çox uşaq bu dəqiqə təhsildən yayınır. Təhsildən də yayınmaq o deməkdir ki, bu uşaqların məşğuliyyəti olmur. İstər-istəməz onlar öz yollarını belə deyək də azacaqlar. Bu da təbii ki, cəmiyyətimiz üçün faydasızdır. Bəli, Təhlükəli. bəli. Və onların içərisində potensialı olan uşaqlar var. O mənim ürəyimə lap dərddir. Özümün də problemin bir yanından 2 saat piyada yol getmək nə deməkdir? 1 saat 30 dəqiqə, 1 saat 40 dəqiqə piyada yol. Məktəbə qədər gedirəm, oradan da saat 8-də işləmiş mən evə çatıram. Müəllimə, mən Bu nə sizə bir deməkdir? şey deyim. Sizin əvvəl məktəbiniz yaxın idi da, eləmi? Əvvəl yaxın idi, bəli, o məktəbi bağladılar. Məktəbi neyiniblər? Məktəb bağlandı. Mənim də vəziyyətimi bu vəziyyətə saldılar. Çox acınacaqlı bir vəziyyətdə. Hətta biz 2 ibtidai sinif müəllimi idik. Deməli, o müəllimə də sertifikasiyadan 54 bal toplayıb. Mən də 53, 35-də müsahibədən toplamışam, miqrən getmişəm. O müəlliməni göndərdikləri məktəbdə 16 saat dərs verdilər, ona məktəbə qədər verdilər. Digər oradakı ibtidai sinif müəllimləri yaşlı müəllimlərdir və sertifikasiya balları da çox aşağıdır. 30 dairəsi 40-ı keçməyiblər. Bəli. Mən sizə bir sual verim. Bax, sizin məktəbinizi bağlayıb. İndi o məktəb nəyə görə xidmət göstərir? Yəni bina boş qalıb yoxsa necə? Demək, belə bir şey deyim. Əsas məktəbin filialı idi. Orada biz 2 ibtidai sinif müəllimi idik. İstilik sisteminə qədər öz şəxsi hesabımızdan eləyirdik 2 nəfər. Əsas binanı bağladılar. Biri kəndin bu başında, biri o başında. 1 saatlıq piyada yoldur da deyim sizə məktəbin arasında. Kəndin bu başından o birisi tərəfinə. Oranı bağladılar. Dedilər əsas məktəbə birləşdiririk və uşaqlar üçün də nəqliyyat ayrılır dövlət tərəfindən. Həmin nəqliyyat da bircə ay apardı, gətirdi. İndi həftədə bir dəfə görərsən, görməzsən, valideynin xahişi, dava ilə, qırğından bu vəziyyətdə. Birimizi həmin məktəbdə saxladılar ki, burada dərs keçəcəksən, yaxşı da saatlar veriləcək, sən sertifikasiyadan yüksək bal toplamısan. Dediklərinin tam əksini etdilər. Kollektiv içərisində hal-hazırda dava qırğındır. Müəlliməni əməlli başlı bullyingə məruz qoyublar ki, sən niyə seçim elədin? Cavan kadrsan, miqlə get Sumqayıta, get başqa yerə. Yaşlı müəllimələr. Afət müəllimə, bax sizin o binanı nəyisə istifadə veriblər. Heç nə, yox, heç bir şey. Bəli, qapı bağlı vəziyyətdə durur. Bir müddətdən sonra istifadə olunmayanda o bina olacaq xarabaxana. O vəziyyətdə də qalıb. Keçən dəfə getmişəm, bir-iki əşyam qalmışdı götürməyə, heç bir həftə çəkməyib. Heç nə də götürməyiblər, partalar, şkaflar, hər şey öz yerində orada durur. Heç bir şey. Müəllimə, xahiş edirəm, bir dəqiqə gözləyin. Müəllimə, xahiş bu mövzu çox aktual bir mövzudur. İstəsəniz mən bir ayrı vaxt təyin edərəm. Orada necə deyim, danışarıq, amma gəlin dərsimizdən yayınmayaq. Olar müəllimə? Düzdür, müəllimə. Yəni çox aktual mövzudur. Demək olar ki, ən yaralı yerimizdir bu dəqiqə təhsildə. Yəni çox acınacaqlı bir vəziyyətdir, amma danışsaq bitməyəcək. İnanın ki, bu dəqiqə oturaq bu mövzu haqqında 5 saat danışaq bitməyəcək. Çünki problemlər azalmaqdansa artıbdır. Bunu da dövlət qurumları mütləq görməlidir. Hətta istəyirəm ki, özümdə düzdür Bakıda yaşasam da, amma necə deyim, istəyirəm ki, bir prezidentə də məktub yazım ki, bu problemi mütləq görsün. Cənab Samira, mən çox üzr istəyirəm. Mən bir dənə də bu fikrimi bildirim, sonra səsi bağlayacağam. Deməli, indi getdiyim məktəbdə kombi sistemi var, istilik sistemi, adı var. Amma özü yanmır. Nə də ona heç baxan yoxdur. Mən hər səhər öz cibimdən, şəxsi hesabımdan odun aldım, apardım. Hər səhər gedirəm, 1-ci saatda odunumu peçi yandırıram özüm, müəllim. Mən gedirəm, peçi yandırıram, istilik sistemini yaradıram, 2-ci saata az qalmış ilə dərsə başlayıram. Yəni nə baxan yoxdur, nə maraqlanan yoxdur, heç bir şey. Onlar bir dəqiqə, bir saniyə, icazənizlə, axşamınız xeyir, hər kəsə salam. Onlar bu məsələni sonra biz danışırıq. Bu problemlər Respublikanın bütün məktəblərində var. Nəinki ucqar yerdə, kənddə, rayonda, şəhərdə, mərkəzlərdə belə var. Bütün müəllimlərin problemi var. Evindən odun daşıyan var, cibindən odun daşıyan və s. və ilaxır. Onlar dərsimizə, sınaq dərsimizə davam edir. Samira müəllimə də onu dedi. Olmaz axı belə, vaxtımız gedir bizim, bu olmaz axı. Mən belə eləyirəm, mən elə bütün müəllimlərimiz, bütün Azərbaycan Respublika müəllimləri fədakardır. Bütün Respublika məktəblərində problemimiz var, olacaq da. Məqsədimiz nədir? Bura nə üçün yığılmışıq?
Afət müəllimə, Bir-birimiz mən səni bayaq zəhmət olmasa vurğuladım. davam edək. İndi mən sizə bir şey deyim. Afət müəllimə o cür çətin şəraitdə yaşayır. Bu danışan müəllimə kim idi? Danışan müəllimə. Hər birimiz çətin şəraitdə yaşayırıq. Mənəm Sədaqət müəllimə. Sədaqət müəllimə, hansı məktəbdə işləyirsiniz? Hansı məktəbdə işləyirsiniz Sədaqət müəllimə? Müəlliməm, bunun fərqi yoxdur. Burada biz durmuşuq, gözləyirik ki, sınaq dərsidir. Mən Biz özüm- qərar İndi mən verməliyik sizə bir ki, şey qərar deyim. verməliyik ki, Sədaqət sonra yenə müəllimə, dərsə qoşulaqmı, yoxsa qoşulmayaq? Sədaqət Və hər dəfə müəllimə, belə söhbətlər olacaqsa, yəni üzürlü Samira sayın. müəllimənin dərsi elə dərsdir ki, heç orada düşünürəm ki, sınağa da ehtiyac yoxdur. Gözü yumulu, ürəyiniz istədiyi kimi qoşula bilərsiniz. Siz tanıyırsınız, mən tanımıram, ilk dəfədir qoşuluram. Sədaqət müəllimə, siz məktəb rəhbəri olmaq istəyirsiniz. Gedib o qədər şeylər görəcəksiniz. Yəni siz Mən məktəb üzürlü sayın, mən məktəb rəhbəri olmadan da 20 ildir pedaqoji təcrübəm var. Mən məktəb rəhbəri olmadan çox gözəl bilirəm hər şeyi. Əmin olun, inanın ki, çox şey bilirəm. Amma bunun üçün danışmağa mı yığışmışıq bura? Sədaqət müəllimə və siz gedəcəksiniz. O qədər sizi əsəbləşdirən valideynlər olacaq. Və Var, müəllimlər hal-hazırda olacaq. var, Və zaten var, şagirdlər müəllimə olacaq. zaten var. Şagirdlər 20 ildir olacaq. görə gəlirik. Müəllimə, Bunun üçün bura şagirdlər də olacaq. yığışmamışıq. Bir dənə qulaq asın. Şagirdlər də olacaq və siz emosional stabiliyyəti qorumalısınız. Mən hər dəfə özüm bilərəkdən şərait yaradıram və gözləyirəm ki, kimin emosional stabilliyi buna tab gətirəcək. Həqiqətən də rəhbər olmaq üçün mütləq emosional stabilliyi qorumağı bacarmalısınız. Yox, əgər əsəbi olacaqsınız. Eyni cümlələr təkrar 4 dəfə, 5 dəfə qurulur. Elə o müəllimə Maşın getmir, həftədə bir dəfə gedir. Mən belə 2 saat yol getdim. İnanın ki, eynisini hal-hazırda da yaşayıram. 20 ildə işləyirəm. 20 ildə daha görmədiyim, yaşamadığım şey yox, tək mən yox, mən ümumiyyətlə yenə deyirəm, Respublikanın bütün məktəbində. Məyər biz bura mı yığılmışıq? Bununla mı bizi kimsə sınayır? Düzgün bir şeydir, düzgün yanaşma deyil, düzgün fikir deyil. Üzürlü sayın, amma məncə digər müəllimlərə də xoş deyil ki, kimsə məni burada haqqına girək. Mənim problemləri 20 il işlədiyim valideynlər, şagirddən, direktor müavinlərindən və kollektivdə işlədiyim digər müəllimlərimizdən gördüyümüz haqlı, haqsız durumları burada danışaq. Bunun üçün yığılmışıq. Bəlkə məndə nəsə problem var, mən anlamadım, bu düzgün bir şey deyil. Müəllimə, mən sizə bir şey deyim. Siz mənim qrupuma daxil olmayın, yaxşı müəllimə? Çünki mən belə əsəbi, belə müdafiə Yox, müəllim, əsəblə, kimisə boyuna nəsə qoymaq lazım deyil. Mən əsəbi də deyirəm, sadəcə bu düzgün bir şey deyil. Mən durub problemi danışıram. 5 dəqiqə danışdı, indi siz 10 dəqiqə də artıq danışırsınız. Danışmayım da mən də onun üçün deyirəm ki, mən də danışmayım, dərsinizə davam edəm. Sizdən qabaq o müəlliməyə özünüz gördünüz, mən xəbərdarlığımı elədim. Düzdür, dedim müəllimə, bu mövzunu danışmaqla bitmək bilmir. Müəllimə sadəcə biraz da yəni Hətta yazmaq istədim, yazmağa yer belə tapmadım. Yox, niyə orada? Yəni ilk dəfə mən qoşuluram, belə olmamalıdır. SMS şəklində yaza bilərsiniz. O müəllimə 5 dəqiqə danışmalı. Müəllimə 5 dəqiqə ilə siz nə alim olasınız, nə yüksək səviyyəli rəhbər olasınız. Biraz emosional stabillik göstərsəydiniz, mənim sizə sərf elədiyim bir 10 dəqiqəni artıq heç artırmayacaqdı. Bu dəqiqə şəxsən mən müəllimin danışığını yekunlaşdırırdım. Siz uzatdınız məsələni. Siz biraz səbirli olsaydınız, biz 10 dəqiqəni İnanın ki, elə bayaqdan səbirlə dinləyirəm. Əminəm ki, məndən başqa müəllimlər də səbirlə bayaqdan da dinləyir. Müəllim, siz gedəcəksiniz, valideynləri saatlarla dinləyəcəksiniz. Valideyn danışacaq. 2 saat sizə danışacaq. Siz nə deyəcəksiniz? Mən onların hamısını bilirik biz. Yox, Bilirik. 5 dəqiqə Dəfələrlə deyirəm ki, müəllimə kimi artıq neçənci dəfə təkrar edirəm. Yaşamışıq. Amma bunun üçün bura yığışmamışıq axı. Məqsəd budur. Çox xahiş edirəm, rəhbər olmaq istəyənlər, əsəbi olanlar rəhbər olmasın. Çünki gedəcəksiniz, daha da əsəbləşəcəksiniz. Nəysə boynunuza qoymayın. Əsəblə əlaqəsi yoxdur. Bizim məqsədimiz bura bu deyil yığılmaqda. Müəllimə, uzatmayaq. İndi o müəlliməni, valla mən o müəllimə ilə məsələni bağlamışdım, uzadan siz oldunuz. Olmaz axı belə, siz uzatdınız məsələni. Şəxsən siz uzatdınız. Mən o müəllimə ilə bağlayırdım. Deyirdim ki, müəllimə, artıq nədir, başqa vaxt link açaram, ürək sözlərinizi açarsınız. Mən o bağlayırdım məsələni. Deməli, burada müəllimlər nə idi burada? Burada olunan əlavələrə gəlirdim. Bax, əsas bu əlavələrdir.
Sosial müdafiə ehtiyacı olan şəxslərin təhsil müəssisəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Burada əlavələr var. 14-cü maddəni yaxşı öyrənin. Yəni kimlər təhsil haqqından məhrum edilə bilər? Yəni onlar ödənişli daxil olsalar da ödənişsiz oxuyacaqlar. Təbii ki, valideyni olmayanlar, valideynlərini itirənlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adını almış şəxslər. Bu yalnız müharibə veteranı adını alan şəxsin özünə aiddir, müəllimlər. Məsəl üçün, mənim atam müharibə veteranı olub, 1-ci Qarabağ Vətən müharibəsində könüllü olaraq döyüşüb. Mən onun övladıyam. Mən amma pulsuz oxuya bilmərəm. Niyə görə? Çünki bu müharibə veteranı adı almış şəxsin özünə aiddir. Məsələn, indi bizim 2-ci Qarabağ Vətən müharibəsində qazilərimiz var ki, müharibə veteranı adı alıblar. Təhsil almaq istəsələr dövlət pul ödəməyəcəklər. Yəni ödənişliyə də daxil olsalar pul ödəməyəcəklər. Dövlət onları pulsuz oxudacaq. Sonra əlilliyi olan şəxslər, yəni bu insan əlildir, orqanizmin 61-100%-nə görə pozulub, əlildir də. Bu necə dövlət pul ödəsin? Onlar Mən bir sual verə bilərəm düşünürsən. ödənişsiz olacaq. Bir dəqiqə mən bu hissəni, bu çox vacib hissədir. Burada qırılmasın. Bunu izah edeyim müəllimə, sonra sualınızı verə bilərsiniz. Sonra vətəndaşlığı ölmüş elan edilən şəxslərin övladları. Məsələn, ola bilər müharibədə itkin düşsün, hələ də tapılmasın. Bilirsiniz ki, ölmüş elanı məhkəmənin qərarı ilə verilir. Həmin o məhkəmənin qərarına əsasən əgər bu şəxs ölmüş elan edilibsə, onun uşaqlarını təbii ki, dövlət pulsuz oxuyacaq. Məcburi köçkün qaçqın statusunu bilirik. Bir də ki, kimin övladları pulsuz oxuya bilər? Bax, bunu diqqətlə deməli, diqqətlə qulaq asaq. Bax, bir var özünün orqanizmin funksiyası 61-100% pozulsun. Hə, o özü əlildirsə pulsuz oxuyacaq. Bir də var özü sağlamdır, əlil yoxdur, amma evdə anası, atası, yəni valideyni əlildir. 81-100% əlil valideyn olmaq bilirsiniz nə deməkdir? Bu adam yataq xəstəsidir. Bu adamın da heç nədir də, bir dənə nə bilim nəfəsi gedir, gəlir. Yəni bu adamın əgər əlil valideyni varsa, təbii ki, ondan da dövlət almayacaq. Deyəcək ki, gəl məsələni ödənişsiz oxuduram. 20 yaşına amma, 20 yaşına qədər. 20 yaşından sonra artıq sənin əlil valideynin də olsa, artıq dövlətin o pulunu verməlisən. Yəni təhsil haqqını verməlisən. Bir də Çernobılda o qəza nəticəsində əlilliyi olan o valideynlər var ki, onların uşaqları da pulsuz oxuya bilər. O da ki, onların artıq 90 yaşları var, uşaqların 40-50 yaşı var. İndi ola bilər də elə insan var ki, 40-50 yaşında da ikinci təhsilini alır, onlar da ödənişsiz oxuyacaq. Sonra işğaldan azad edilmiş ərazilərdə, bax bunu görürsünüz, bu rəngdə qeyd eləmişəm, bu keçən dərsimdə bu yox idi, indi deməli bunu əlavə ediblər. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-26, 26-27, 27-28-ci tədris illərində dövlət, bələdiyyə, özəl peşə təhsil müəssisələrində qəbul olunur və həmin təhsil müəssisəsində təhsil almaqda olan şəxslər. Yəni həmin şəxslər də əgər işğaldan azad edilmiş ərazilərdə təhsil alırlarsa, dövlət hesabına oxuyacaqlar. Buyurun müəllimə, sualınızı verə bilərsiniz. Orada müəllim qeyd etdiniz, müharibə veteranları demək ödənişsiz. O ikinci ali təhsilə də aiddir, yoxsa ancaq birinciyə? Müharibə veteranı. Bəli. İkinci ali təhsili, mən bəxtlə baxdım, qanuna əlavə etməyiblər. İkinci ali təhsil nə olursa olsun ödənişlidir. İstəyir şəhid ailəsinin üzvü ol, istəyir valideynin əlil olsun, istəyir özün əlil ol, fərqi yoxdur. Bir dəfə dövlət səni bu sosial müdafiə ehtiyacın olduğuna görə pulsuz oxudubsa, ikinci dəfə sən yenidən oxumaq istəyirsənsə, dövlət də sənin bu ehtiyaclarına görə pulsuz oxutmayacaq. Bunu əlavə eləyiblər qanuna, amma baxdım hələ qanuna əlavə eləməyiblər. Yəni yanvarın 1-də Milli Məclisdə bu qanun qəbul olunub, amma hələ ki bu qanunda yoxdur. Mən izləyirəm o yeni qəbul olunmuş qanunları, dəyişiklikləri. Bura hələ daxil eləməyiblər. İkinci dəfə təhsil alsan, nə səbəbi olur olsun, fərqi yoxdur, sən ödənişli olacaq sənin üçün. Əgər birincini ödənişsiz oxumusansa. Çox sağ olun müəllimə. Sağ olun. Bir də mənim sualım var idi. Deməli, Çernobıl əlilli dediniz də, bəs onun övladları magistri pulsuz oxuya bilir?
Bir dəfə pullu ola bilər də müəllimə. Bir dəfə dövlət hesabına. İkincini Yox, bakalavrı pulsuz oxumuşam. magistratura. Sizin valideyniniz Çernobılda Bəli, əlillik bəli. olub. Bəli, bəli. Hə, siz onda magistri pul oxumamısınız da, heç magistr təhsiliniz yoxdur. Oxumuşam, artıq bitirirəm. Sadəcə olaraq bilmək istəyirdim ki, heç müraciət eləməmişəm. Yəni ikinci yarım ilin ödənişi durur. Hə, siz Yəni ondan ondan- dekanatlığa məlumat verin. Deyin ki, Aha. bax bu qanun var. Bu qanunu da aparın göstərin müəllimə. Təhsil haqqında qanun 14.8.18-ci hissə. Bax bunu Aha. göstərin, yaxşı. Deyin ki, burada yazılıb da ki, biz təhsil haqqından məhrumuq. Əslində bilirsiniz necə onların ağıllarına gəlmir də. Çernobıl qəzası olub 1986-cı ildə. Yəni fikirləşirəm Bəli, ki, bəli. onların uşaqların bu dəqiqə 40 neçə yaşı var. Bu ağıllarına gəlmir ki, bunlar gəlib ikinci təhsil alarlar. Bax görürsüz müəllimə. Gedin deyin. Siz təhsildən təhsil xərcindən azalsınız. Bəs ödədiyim illəri geri qaytarırlar, yoxsa elə ancaq bu ikinci yarım ilə aiddir? Belə situasiyada rastlaşmamışam. Məntiqlə fikirləşəndə geri qaytarmalıdılar. Məntiqlə. Çox sağ olun mənim. Çox sağ olun. Pulu alsaz mənə yazarsınız müəllimə. Baş üstə. Müəllim, müəllim məcburi köçkün vardı bizim qohumumuzda da. O da belə pul ödəmişdi. Sonra bildi ki, azaddır. Onun əvvəlki pulunu geri qaytardılar. Yəni ödədiyi pulu geri qaytardılar. Əla, müəllimə bax siz geri ala bilərsiniz. Yaxşı. Çox sağ olun, bəli, çox sağ olun məlumat. Sağ olun, sağ olun. Sonra siyasi partiyaların, dini qurumların yaradılmasına məktəblərdə təbii ki, yol verilmir. Burada vacib hissələrini istəyirəm sizə keçim, hansı ki sizə vacibdir. Təhsil müəssisəsi öz fəaliyyətinə görə təbii ki, vətəndaş və cəmiyyət dövlət qarşısında məsuliyyət daşıyır və bütün məktəblər TİMİS, bax bunun açıqlaması belədir. Təhsil mərkəzləşdirilmiş informasiya sistemi TMİS və son yeniliyə görə biz şagirdlərə attestatı artıq elektron qaydada verəcəyik. Baxın bu yenilikdir. 2026-cı ilin yeniliyidir. Bu qanunda qəbul olunub. İndi bilmirəm bu yayda uşaqlara bunu elektron qaydada verəcəklər yoxsa növbəti ildə tətbiq olunacaq, amma qanun qəbul olunub. Yəni daha attestat blanklarını yaşıl, göy, qırmızı, bir də xüsusi nümunəli attestat. Onu görüm elektron qaydada verəcəklər yoxsa yox. Amma əslində elektron qaydada verilməlidir. Çünki qanun qəbul olunub. Orta məktəblər şagird məzununa qoşulublar, amma kolleclər və ali təhsil müəssisələri isə tələbə məzun. Yəni bütün uşaqların adları orada qeyd olunub. Şagird məzunda isə deməli orta məktəblər, bir də peşə məktəbləri. Şagird məzun dövlət elektron məlumat sisteminə qoşulub. Bu şagird məzunda nələr var? Mənim indi məktəbdə işləyən direktor, müavin və təşkilatçılar bilirlər ki, burada şagirdlərin illik qiymətləri var. O illik qiymətlərinə əsasən şagirdlərin attestat qiymətləri gəlir. Məsələn, uşaq tutalım ki, 9-cu sinifdə 90 bal alıb, gözləyir ki, attestatda 90 bal gələcək. Məsələn, tutalım ki, fizikadan 90 bal alıb, 5 gəlməli. Gəlib görür ki, attestatında 5 yox, 4-dür. Nəyə görə? Çünki 9-cu sinifdə 90 bal alıb, 8-ci sinifdə tutalım neçə deyək, 70 bal alıb, məsəl üçün 70 bal alıb, 90 üstünə gəlir neçə? 70. 160, 70 deməyək də, yəni 60 bal deyək. 90 üstünə gəlir nə qədər? 60 eləyir. 150 bal, 150-ni bölürük 2-yə, yəni ədəd orta tapılır. Eləyir 150-ni də 2-yə bölünür, eləyir 75 bal. Gördünüz, gəldi 4 düşdü. Yadınızda saxlayın. Uşaqların 9 illik attestatında 8 ilə 9-un illik qiymətlərinin yarısı yazılır, yəni ədəd ortası yazılır. 11-ci sinifdə də 10 və 11-ci sinifin illik qiymətləri toplanılır, bölünür 2, yəni ədəd ortası tapılır, yazılır. Attestat nədir? Attestatlarına qeyd olunur. O qiymətlər də şagird məzununda Dövlət İmtahan Mərkəzi tərəfindən yerləşdirilir, məktəblərə göndərilir. Məktəb rəhbərliyi həmin o cədvələ əsasən şagirdlərin attestatlarını doldurur. Bu attestatlar artıq elektron qaydada göndəriləcək. Təhsil müəssisəsinin təsisçisi kimdir? Dövlət yaradır, bələdiyyə yaradır, bir də özəl şəxslər yaradır. Təsisçi nə deməkdir? Yəni maliyyə vəsaiti ayırıb həmin təhsil müəssisəsini tikənlər. Əgər əcnəbidirsə, yəni təsisçiləri əcnəbilər və vətəndaşlı olmayan şəxslərdirsə, bu zaman bizim müəllimlərimiz sayca üstünlük təşkil etməlidir. O zaman fərq ola bilər ki, yerli kadr olmasın. Tutalım ki, özəl şəxs gəlib bir dənə lisenziya alıb, özəl məktəb tikib, orada ingilis dilində tədris aparır, amma bizim kadrımız yoxdur.
Kadr olmayanda xarici vətəndaşları biz götürə bilərik. Yəni say nisbəti o zaman dəyişir ki, yerli kadr olmasın. Amma yerli kadrımız varsa, öz müəllimlərimiz varsa, xarici vətəndaşlara üstünlük verilməli deyil. Və həmin məktəblərin də müavini mütləq azərbaycanlı olmalıdır. Lisenziya haqqında qısa məlumat verim. Məktəblərə lisenziya müddətsiz verilir. Yəni dövlət təhsil müəssisələrinə ümumiyyətlə özələ də, dövlətə də lisenziya müddətsiz verilir, amma dövlətə şamil edilmir. Niyə görə? Lisenziyanı kim verir? Dövlət verir. Düzdür müəllimlər? Lisenziyanı əgər dövlət verirsə, dövlət öz-özünə yenidən nə icazə versin? Yəni ona görə dövlət təhsil müəssisələrinə aid deyil. Yəni biz orta məktəbdə işləyirik, orta məktəbə dövlət lisenziya vermir. Çünki özü açıb da bunu. Amma özəl məktəblərə lisenziya verilir. Əvvəlki ola bilər ki, sizdə köhnə bir PDF-lər olsun müəllimlər. Köhnə PDF-lər olanda, orada 3 illik, 5 illik yazsa bu səhvdir. Mən göndərdiyim ən son PDF-i oxuyarsınız. Orada burada qeyd etmişəm. Lisenziya müddətsiz verilir. İstəyir özəl olsun, özəl təhsil müəssisəsi olsun, fərqi yoxdur. Lisenziya müddətsiz verilir. Amma dövlət təhsil müəssisəsinə şamil edilmir. Akkreditasiya az öncə dedim 5 ildən bir verilir, 5 illik verilir. Yəni dövlət əgər həmin təhsil müəssisəsi standartlara uyğundursa şəhadətnamə verir. Şəhadətnamə 5 il ərzində həmin təhsil müəssisəsinin davam etdirilməsi üçün verilir. Pillələr. Bax bunları yadda saxlayın, əzbərləyin bunları. Bu sadədir. İndi mənə sadə gəlir. Çünki mən bunu hər ay keçirəm, hər dərsimdə keçirəm, amma sizlər əzbərləməyə çalışın. Pillə. Azərbaycan Respublikasında 5 pillə tətbiq olunur. Bunlar hansılardır? Məktəbə qədər, ümumi təhsil, peşə təhsil, orta ixtisas, bir də ali təhsil. Məktəbə qədər, yəni bağça, ümumi təhsil məktəblər, peşə məktəbləri, orta ixtisas, yəni kolleclər, bir də ali təhsil müəssisələri. Məktəbə qədər yadınızda saxlayın, 1 yaşdan 6 yaşı əhatə edir. Ümumi təhsil 6 yaşdan başlayır. Ümumi təhsilin də 3 səviyyəsi var. İbtidai, yəni 4 illik, ümumi orta 5-dən 9-a 5 illik, tam ortada 2 illik, 10-dan 10-11-ci sinif. Məktəbə hazırlıq isə 5 yaşdan başlayır. Məktəbə hazırlıq hələ mərhələdir. Məktəbə hazırlıq hələ deməli səviyyə deyil. Səviyyə olsaydı, yəni səviyyə bilirsiz nə deməkdir? Yəni uşaq məktəbə hazırlığı bitirmədən ibtidai təhsilə keçə bilməz. Axı elə uşaqlar var ki, heç məktəbə hazırlığa getmir. Yəni hələ ki zəruridir də, icbari deyil. Yəni uşaqlar məktəbə hazırlığa getsə daha yaxşı olar. Amma məktəbə hazırlıq mərhələsini icbari eləsələr, yəni artıq bütün valideynlər öz uşaqlarının 5 yaşı olan kimi məktəbə hazırlıq qruplarına qoymalıdırlar. Əgər valideyn məktəbə hazırlıq qruplarına qoymasa, təbii ki, biz o valideynə artıq hüquq mühafizə orqanlarına məlumat verməliyik ki, bu övladını təhsildən yayındırır. Və biz bilməliyik ki, rəhbərlik etdiyimiz məktəbdə tədrisdən yayınan şagird varsa, mütləq onun haqqında məlumatımız olmalıdır. Uşaq haqqında məlumat əldə etmiriksə, hüquq mühafizə orqanına, idarəyə, sonra icrada humanitar şöbə var, humanitar şöbəyə mütləq məlumat verməliyik. Yəni uşağı tapmalıyıq. Bəlkə uşağın başına nəsə iş gəlib, bəlkə uğurlayıblar. Düzdür, biz elə bir respublikada yaşayırıq ki, heç kimin hünəri çatıb uşaq oğurlaya bilməz. Çünki cənab prezidentimiz uşaqların hüquqları ilə bağlı çox ciddi qərarlar, qanunlar imzalayır. Yəni hünəri çatıb bunu eləyəni çox ciddi cəza gözləyir. Ona görə də yəni biz elə bir respublikada yaşayırıq ki, çox şükür ki, uşaqlarımız bu cür hallarla mümkün deyil də rastlaşsın. Ona görə də uşaq haqqında məlumat əldə etmədikdə mütləq hüquq mühafizə orqanına məlumat verməliyik. Peşə təhsilinin özünün 3 səviyyəsi var. İlk peşə, texniki peşə, yüksək peşə. Orta ixtisasın səviyyəsi yoxdur. Ali təhsilində bilirik ki, 3 səviyyəsi var. Bakalavriat, magistratura və doktorantura. Sonra burada vacib olan hissələrini deyim sizə. Məktəbə qədəri dedim. Bax bu təhsil haqqında qanun biz dedik ki, təhsil haqqında qanun baza rolunu oynayır. Baza rolunu oynadığına görə burada həm məktəb, bağçalar var, həm orta məktəb var, həm peşə məktəbi var, həm kollec var, həm də ali təhsil var. Bu məktəbə qədəri izah etməyəcəm. Yəni bu bağçalara aiddir, amma biləsiniz ki, təhsilin ilk pilləsi məktəbə qədərdir.
Məktəbə qədər də uşaqlar nə edir? Estetik tərbiyə olunurlar. Təbiətə, insanlara həssas münasibət onlarda formalaşır. Erkən yaş dövrü inkişaf edir. İntellektual, fiziki, psixi cəhətdən biz onlara inkişaf edirik ki, məktəbə adaptasiya olunsunlar. Bəzən müəllimlər səhvən uşaqlara məktəbə hazırlıq qruplarında hərf yazmağı öyrədirlər. Bu doğru deyil müəllimlər. O uşaqların barmaqları balaca olur. Yəni tibbi cəhətdən də bunu sübut olunub ki, onlar o qələmi tutub yazı yazmaqları bu onların beyinlərinə ziyandır. İlk öncə onların beyinlərinə. Onlar hələ kəşf eləməlidir. Onlara maraqlı oyunlar şəklində dərslər təşkil olunmalıdır. Baxın, bunu əzbər bilin. Məktəbəqədər təhsil 1-6 yaşı əhatə edir. İndi burada 6 yaşı yazıblar. Artıq məktəbə hazırlıq qruplarını bağçada azaldırlar. Məsələn, əvvəl 3 dənə qrup var idisə, 5 yaşlı, indi ondan birini saxlayırlar. Bu da nəyə görədir ki, uşaqlar məktəbə hazırlıq qrupları üçün məktəbə getsinlər. Elə valideyn var ki, uşağını həm bağçaya qoyur, həm də məktəbə hazırlıq qrupuna məktəbə qoyur. Siz təsəvvür edin ki, dövlət bir uşaq üçün həm bağçaya vəsait ayırır, həm də məktəbə. Bunun qarşısını almaq üçün bu ayrılan maliyyə vəsaitin deməli qarşısını almaq üçün artıq dövlət müəyyən tədbirlər görür. Yəni artıq 5 yaşlı uşaqların sayını bağçada azaldırlar. 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq, baxın az öncə dedim ki, nədir? Zəruridir. Ümumi təhsil. Maddə 19-u cümlə-cümlə əzbərləyirsiniz, cümlə-cümlə oxuyursunuz müəllimlər. Mən burada vacib olan hissələri dedim, qeydinizi götürün. Maddə 19 çox vacibdir. Nəyə görə vacibdir? Çünki burada sırf məktəbə aiddir. Yəni, nəyə görə ümumiyyətlə bizim məktəb ümumi təhsil adlanır? Ona görə ümumi təhsil adlanır ki, biz elmin ümumi əsaslarını öyrədirik. Baxın, ümumi əsaslarını. Elmin ümumi əsaslarını öyrətdiyimizə görə işlədiyimiz məktəb ümumi təhsil adlanır və ümumi təhsilin səviyyələrini az öncə vurğuladıq və burada məktəbə hazırlıq mərhələdir. İbtidai, ümumi orta, tam orta isə nədir? Səviyyədir. Məktəbdə kənar təhsil proqramları da tətbiq olunur məktəbdə. Bunlar hansılardır? Müəllimlər təbii ki, məsələn, dərnəklər keçirilir. Dərnəklər məktəbdən kənar təhsil proqramları sayəsində təşkil olunur. Məktəbi yaxşı nailiyyətlərlə, xüsusi nailiyyətlərlə bitirənlərə qızıl gümüş nişan verilir. Bu da ayrı bir mövzudur, ayrı bir sənətdir. Onu daha ətraflı keçəcəyik. Sonra məktəblərdə deməli ibtidai təhsil bilir ki 6 yaşdan başlayır. Yəni bu uşağın, bax situasiya əsasında deyirəm, bu uşağın əgər dekabrın 31-nə qədər 6 yaşı tamam olacaqsa, məsələn indi tədris ili gəlir, 2026-27-ci ilin tədris ili gəlir. 2026-cı ilin dekabrın 31-nə qədər 6 yaşı tamam olan şagirdlər 1-ci sinifə düşür. Olsun da indi biz hansı aydayıq? Fevral ayındayıq. Bu uşağın ola bilər martda 6 yaşı olsun, avqustda ola bilsin və ya da oktyabrda, noyabrda ta dekabrın 31-nə qədər 6 yaşı tamam olacaqsa, bu olacaq uşaqlar 1-ci sinifə düşür. Bəs indi sual yaranır ki, bəs mənim övladımı 1 il gec qoyuram, 7 yaş olsa qoya bilərəm? Hə, qoya bilərsiniz. Dekabrın 31-nə qədər 7 yaş tamam olan uşaqları qoya bilərsiniz. Bəs dekabrın 31-nə qədər 8 yaş tamam olan uşağı mən məktəbə qoya bilərəm. Elə valideynlər var ki, uşağını tez qoymaq istəmirlər də, biraz zəif uşaqlar olur. Baxırsan ki, 6 yaşı var, amma 4 yaş səviyyəsindədir. Valideyn də bunu dərk eləyir. Həm nitqi, həm belə sosiallaşması valideyn istəyir ki, biraz 1-2 il gec qoysun. 8 yaşı tamam olana qədər hə məktəbə gələ bilər. Amma tutalım ki, uşağın artıq bu il 8 yaşı olub. Tutalım ki, avqustda uşağın 8 yaşı olub. Valideyn deyir ki, qoymuram, gələni qoyaram. Hə, onun üçün artıq 1-ci sinif getdi. Yəni valideyn artıq gecikdi. Bəs o uşaq tədrisdə biz onu necə cəlb eləyə bilərik? Ancaq fərdi təhsil. Yəni uşağın artıq 8 yaşı tamam olub, valideyn qoymayıbsa, bu il 2026-cı ildə 9 yaşı olacaqsa, ona artıq 1-ci sinifə gedə bilməz. Ancaq fərdi təhsil. Fərdi təhsil təşkili qaydaları haqqında da ayrı bir sənəddir, onun haqqında daha geniş keçəcəyik. Ümumi orta təhsil dedi icbaridir, yəni 9 illik təhsil icbaridir və məktəbə ilk öncə kimlər qəbul olunur? Təbii ki, həmin ərazidə yaşayan deməli şəxslər
həmin ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsil alanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumiyyətlə müəllimə, mən deməli fin təhsilini, sonra Sinqapur təhsilini araşdırıram. Orda ən yaxşı məktəb anlayışı yoxdur. Ən yaxşı məktəb sənin evinə yaxın olan məktəb olmalıdır. Çünki yol getmək, vaxtını yolda sərf eləmək sənin enerjini alır. O vaxtda yolda sərf etdiyin o vaxtı, az öncə Afət müəllimə ürəyi açılmışdı. O qədər problemlər yaşayıb ki, həqiqətən də ürəyi dolu idi. Mən müəllimə söz verirəm, bu haqqda sizdən şəxsidə daha ətraflı danışacağam. Görürəm çox çətinlik çəkirsiniz müəllimə. İstər-istəməz dərsdə də necə deyim, bu yansıtdı. Mənim üçün heç bir problem yoxdur. Amma həqiqətən də müəllimə, mən əlimdən heç nə gəlmirdi. Yoxsa kömək olaram. Yəni yol çox böyük problemdir. Amma indi biz böyüklər bitər dözürük. Amma uşaqlar, onların hələ orqanizmləri hələ tam formalaşmayıb, tam fəaliyyət qabiliyyəti yoxdur. Bəzən valideynlər evlərindən çox-çox uzaq olan məktəbə uşaqlarını aparırlar. Çünki bizim psixologiyamızda var ki, o məktəb ödənişlidir, orada təhsil daha yaxşı olur, düzdür. Razıyam. Bizdə hələ ki bu belədir. Amma əslində elə olmalı deyil. Evinə ən yaxın məktəb sənin üçün ən yaxşı məktəb olmalıdır. Bu müsahibədə də bu sual verilmişdi ki, sizin üçün ən yaxşı məktəb hansıdır? Ən yaxşı məktəb evimə ən yaxın məktəb olmalıdır. Yəni uşaqlar hamısı bərabər hüquqludur. O məktəb yaxşıdır, bu məktəb pis olmalı deyil. O məktəbdə əgər müəllim dərs keçə bilmirsə, o işləməli deyil. Rəhbər məktəbi inkişaf etdirə bilmirsə, o işləməli deyil. O qədər idarə etməni yaxşı bilən həqiqətən bizim gənclərimiz var. İşləmək həvəsindədirlər. Bu gün mənim Salatın müəllimi var. İndi bilmirəm qrupa daxil olub yoxsa yox. Hər dərsimdə iştirak edir. Bu gün təyinat aldı. Axır ki təyinat aldı. Mən onu təbrik edirəm. İllərdir o mənimlə bir yerdədir. Dayanmadan, necə deyim, gecə-gündüz bilmədən, həqiqətən də çox şükür ki, təyinat aldı, çox sevinirəm. İnanın ki, o müəllim mənə bu gün yazanda ki, müəllimə, məni təqdim elədilər məktəbə. Məni belə kövrəldim. Çünki o müəllimlə mən demək olar ki, neçə ildə nə deyim, zəhmət çəkirik. Axır ki, bu gün onun bəhrəsini gördük. Səbirli oldu, təmkinli oldu. Mənə güvəndi. Bildi ki, mən ona doğru düzgün istiqamət göstərəcəm. Həqiqətən də çox səbirli müəllim oldu. Axır ki, o səbrinin nəticəsi olaraq uğur qazandı. Gənc kadrdır, heç 30 yaşı yoxdur, 20 neçə yaşı var. Bu gün məktəbə rəhbər olaraq təyin olunub. Sonra burada deməli vacib olan hissələrdən, deməli tam orta təhsil, yəni 10-11-ci sinifdə uşaqlar hər üç səviyyəni əhatə edən bir proqramı daha dərinləşmiş formada keçirlər və təmayüz sinifləri var. 10-11-də deməli təmayüz sinifləri olur və təmayüz siniflərdə biz bilirik ki, minimum şagird sayı ən azı 15 nəfər olmalıdır. 15 nəfər olmalıdır və şagird sayı əgər azalarsa, tutalım ki, direktor 15 nəfərlə açdı. 14 nəfər olarsa direktor bu sinfi aça bilməz. Yox, əgər 15 nəfərlə açdı, birdən şagird də azaldı, 14-ə düşdü, 13-ə düşdü, direktor o sinfi bağlaya bilərmi? Xeyr, bağlaya bilməz. Yəni ta 11-ci sinifə qədər o sinif davam eləməlidir. Aydın oldu? Amma mən təcrübədə Ağcabədi məktəbi idi deyəsən, oradan bir direktorum var idi. Dedim müəllimə, biz 15 nəfərlə açmışdıq, amma orada şagird sayı çox azalmışdı. Bir 9 nəfərə düşmüşdü, region bağladı o məktəbi. Amma qanunda var ki, bağlamalı deyil. Elə də axıra qədər getməlidir. Attestatın nümunələri var müəllimə. Attestat adi olur, fərqlənmə olur, bir də xüsusi nümunəli attestat olur. Bunların növləri haqqında da daha geniş keçəcəyik. Peşə təhsilini keçmirəm, amma tövsiyə edərəm, oxuyun. Peşə təhsilini bitirənlərə subbaklavr peşə ixtisas dərəcəsi verilir. Bu deməli, bunu yüksək texniki peşəni bitirənlərə subbaklavr peşə təhsil dərəcəsi verilir. Oxuyun. Maddi 20-ni vaxtınız olanda oxuyun ki, dünya görüşünüz olsun da. Yəni peşə həyatı üzrə sual düşmür, 20-dir, 21-dir. Bu da kollecə aiddir. Kolleci də bitirənlərə subbaklavr peşə ixtisas dərəcəsi verilir. Oxuyun, məlumatınız olsun. Belə ali təhsildə oxuyun. Bunu da keçməyəcəm. Çünki bu ali təhsilə aiddir. Burada bir şey istəyirəm izah edim.
Bax, burada fəlsəfə doktoru, elmlər doktoru var. Bunun ikisindən birini ləğv eləyəcəklər, amma hələ ki qanunda olduğu kimi qalıb. Prosta məlumatım var, elə belə məlumat verdim. Elmi adlar var, fəxri professor, əlavə təhsildə keçməyəcəm. Burada mən izah etmək istədiyim bir məqam var idi, gözümdən yayıldı. Bir dəqiqə. Bir dəqiqə, gözüm hara getdi? Burada niyə yoxdur? Bir dəqiqə. Yəqin ola bilər ki, bundan sonraki maddədədir. Qarşıma çıxanda vurğulayaram, amma indi istəyirəm izah edim. Deməli, müəllimlər, biz bilməliyik ki, məsələn, indi olimpiadalar, fən müsabiqələri keçirilir. Əgər şagird respublika səviyyəli fən olimpiadasının, fən müsabiqəsinin qalibidirsə, deməli, bizim universitetlərə öz ixtisaslarına uyğun, məsələn, fizika üzrə gedib olimpiya qalibi olubsa, fizikaya uyğun ixtisaslara birbaşa ixtisas seçiminə gedə bilər. Yəni, ixtisas seçimi o bir də imtahana getməyəcək, blok imtahana getməyəcək. O buraxılışa gedəcək, sonra olimpiya qalibi olduğuna görə o şagird üçün ixtisaslar açılacaq və ixtisas seçəcək. Məsələn, birinci qrupa verirsə, birinci qrupun ixtisasları açılacaq. Yox, əgər beynəlxalq səviyyəli olimpiadaların qalibidirsə, məsələn, gedib, məsələn, hansı bir ölkədə dövlət səviyyəsində beynəlxalq səviyyəli olimpiadanın qalibidir, onda o istənilən universitetə daxil ola bilər. Mən bilənim tibbdən başqa. Yəni, tibb elə bir şeydir ki, məsələn, sən gedib, tutalım ki, elə bir olimpiya qalibi olmusan ki, elə bir fənn üzrə olimpiya qalibi olmusan ki, sən gəlib tibbi mütləq oxumalısan da. Yəni, tibbdən başqa sən istədiyin universiteti seçə bilərsən. Yəni, beynəlxalq səviyyəli olimpiyadanın qalibisənsə, istənilən universitet sənin üçün açıqdır. Respublika səviyyəli olimpiyadanın qalibisənsə, öz ixtisasına uyğun, deməli, ixtisas seçiminə, birbaşa ixtisas seçiminə gedə bilərsən. Bloka daha getmirsən. Sonra tələbə qəbulunun, bu heç bu lazım deyil. Bu hissəni keçirəm. Bax, bu hissə idi. Bunu izah elədim. Bax, mən izah etdiyim bu hissə idi. 26.5-də qeyd olunub. Bəzən uşaqlar olimpiyadaya getməyə maraq göstərmirlər, çünki bilmirlər. Bilmirlər ki, bunlar olimpiyadada gedib yer qazansalar, onları nələr gözləyir, hansı üstünlükləri var. Təhsil haqqında dövlət sənədi bildi ki, artıq attestatdır. Attestat elektron sənəd formasında veriləcək TIMS proqramı vasitəsilə təhsil mərkəzləşdirilmiş informasiya sistemi vasitəsilə. Aha, bax, bu yenidir, bax, görürsünüz. Bax, bu yenidir. Bunu az öncə dərsə girməzdən öncə baxdım, bunu əlavə elədim ki, bunu belə qeyd edin. Təhsil müəssisəsində iaşə və tibb xidməti göstərilir, ödənişsizdir, psixoloji xidmət göstərilir. Bir də bu hüquq və vəzifələr. Bu hüquq və vəzifələri müəllimlər, mən indi dərsdə izah etməyəcəm, ayrı bir videom var. Onu göndərəcəm, oradan baxacaqsınız. Çünki bu özü ilə ayrıca bir 2 saatlıq bir izahdır. Bunu göndərəcəm. Hüquq və vəzifə. Hüquq və vəzifələr burada şagirdlərin, müəllimlərin, bir də valideynlərin hüquq və vəzifələri qeyd olunub. O videoya daha ətraflı baxarsınız. Yaxşı, müəllimlər, bunu növbəti dəfə mən sizlə izahlı sual-cavab əsasında soruşacağam. Bunun videosu ayrıdır. Göndərəcəm, ona baxacaqsınız. Çünki burada maddə böyükdür. Təhsil müəssisəsinin idarə olunması. Baxın, rəhbər olmaq istəyirsiniz. Düzdür, rəhbər müəssisəni necə idarə etməlidir? Təbii ki, aşkar, şəffaflıq, demokratiklik prinsipi əsasında, bir də öz nizamnaməsinə uyğun. Müsahibədə sual düşür ki, məktəb hansı sənədlərə əsasən idarə olunur? Birinci, nizamnaməyə uyğun idarə olunur. Hər bir məktəbin özünün nizamnaməsi olmalıdır. Lise və gimnaziyalarda var. Orta məktəblərdə hələ ki, bu nizamnaməyə bir tələb eləyən yoxdur. Ona görə hələ ki, yəni hələ heç bir direktordan eşitməmişəm ki, bir nizamnamə hazırlasın. Amma lise və gimnaziyanın özünün nizamnamələri hazırlanır. Sonra onu da dedim. Təhsil müəssisəsinin rəhbəri, siz indi rəhbər təyin olsanız direktor olursunuz. Bağçanın rəhbəri müdir adlanır. Universitetin də rəhbəri təbii ki, rektor adlanır.
rektor adlanır. Təhsil prosesinin iştirakçıları, baxın, iştirakçı nə deməkdir? Məktəbdə kimi görürsüz, texniki işçilərdən başqa, bunlar hamısı iştirakçılardır. Şagirdlərdir, müəllimlərdir, kitabxana rəhbəridir, UBTR, psixoloq, laborant, hərbi rəhbər, dərnək rəhbərləri, valideynlər, təhsil dayatma orqanları, tibb işçisi, baxın, tibb işçisi, yadınızda saxlayın, tibb xidməti işçisi, idarələr, bələdiyyələr, bunlar hamısı təhsil prosesinin iştirakçılarıdır. Yəni bu təhsili həyata keçirmək üçün iştirak edirlər. Amma bir də var təhsil verən. Biz valideynlərə təhsil verən deyə bilmərik. Biz tibb işçilərinə təhsil verən deyə bilmərik. Təhsil verən kimdir? Müəllimlər, assistentlər. Assistentlər özəl məktəblərdə olur, universitetlərdə olur. Məsəl üçün özəl məktəblərdə müəllimlər bilirik ki, şagird sayı azdır. Az olmaqla bərabər o sinifdə 2 müəllim dərs deyir. Biri əsas müəllimdir, biri də ali təhsilli olur, o isə assistant olur. Assistant neyinir? KSG-ni yoxlayır. İndi onlarda bilmirəm KSG-də yoxsa BSG, yəni yoxlayır bu yoxlama tapşırıqlarını, uşaqların qiymətləndirir, ev tapşırıqlarını yoxlayır. Yəni bütün sənədləşmə işlərini aparır. Amma müəllim bunlara heç birindən məşğul olmur. Müəllim ancaq dərsini keçir. Məsələn, biz indi məktəbdə dərs keçməyə vaxtımız yoxdur. KSG-ni yaz, BSG-ni yaz, yoxla, elektron jurnala köçür. İndi rayonlarda elektron jurnal yoxdur, sinif jurnalına köçür. Oradan şəxsi işə köçür. Yəni sənəd işindən çoxdur da müəllimlər. Ona görə bizim dərs keçməyə vaxtımız az qalır. Amma özəl məktəblərdə təhsil niyə görə keyfiyyətli olur? Çünki bütün bu sənədləşmə işini müəllim eləmir. Müəllimin köməkçisi eləyir. Kitabxanaçılar da, sonra təlimatçılar, laborantlar, dayələr bilirsiniz kimlərdir? Dayələr burada internat məktəbində, lisey və gimnaziyada olur. Məsələn, yatılı məktəblər olur. Yatılı məktəblərdə tərbiyəçi müəllimlər dərsdən sonra uşaqların dərslərinə məşğul olurlar. Saat 8-də təhvil verirlər o uşaqları dayələrə. Uşaqlar dayələr, sonra səhər saat bilmirəm, deyəsən saat 8-ə qədər də dayələr onlara xidmət göstərir. Dayələr budur. Orta məktəbdə dayə olmur da, yatılı məktəblərdə olur. Bu da belə. Bax, yadınızda saxlayın, tibb xidmət işçiləridir, valideynlərdir, regionlar, idarəetmə orqanları, bunlar hamısı təhsil prosesinin iştirakçılarıdır. Amma bunlar təhsil verən sayılmır. Aydın oldu? Təhsil verən sayılmır. Dəqiqə, kimi idi gələn? Sonra hüquq və vəzifələri ayrı bir sənəddir, onu göndərəcəm, oxuyacaqsınız müəllimlər. Ayrı bir video izahdır, az öncə dedim, onu verəcəm, oxuyacaqsınız. Burada demək olar ki, artıq biz bitirmişik müəllimlər. Əsas hissələri bitirdik. Bir dənə bunu da izah edeyim. Pedaqoji fəaliyyətlə məşğul olmaq, bu çox vacibdir. Kimlər pedaqoji fəaliyyətlə ümumiyyətlə məşğul ola bilməzlər. Əvvəlcə kimlər məşğul ola bilər onu deyək. Təbii ki, pedaqoji diplomu olanlar, yəni pedaqoji təhsili olanlar məşğul ola bilərlər. Amma kimlər məşğul ola bilməz müəllimlər? Təbii ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətə məşğul olması qadağa edilən şəxslər, yəni ağır, xüsusilə ağır cinayət törətdiyinə görə, fəaliyyət qabiliyyətsizliyi olduğuna görə, fəaliyyət qabiliyyətsizliyi nədir? Məsələn, ola bilsin ki, müəllim birinci qrup əlilliyi alıb, o işləyə bilməz də, onun artıq qabiliyyəti, fəaliyyət qabiliyyəti yoxdur, qabiliyyətsizdir, işləyə bilmir. Aydın oldu. Bir də sizlərdən, bizlərdən uzaq olsun, elə xəstəliyə müəllim tutula bilər ki, xəstəliyə görə də işləmək olmaz. Məsələn, bizi hər il nəyə görə tibbi müayinədən keçirtməyə məcbur edirlər? Bu bizim həm də vəzifəmizdir. Mütləq biz gedib o tibbi müayinədən keçməliyik. Bəlkə bizdə elə bir xəstəlik var ki, bir dənə askıranda bütün biz sinifi yoluxdurduq. Ona görə biz özümüzü qorumalıyıq, sağlam olmalıyıq ki, həmin o xəstəliklərə tutulmayaq. Məsələn, vərəm. Vərəm elə bir şeydir ki, biz o təmasda olmalı deyilik. Düzdür müəllimlər? Başqa dəri xəstəliyi ola bilər. O qədər xəstəliklər var ki, o xəstəliklərin siyahısı internetdə var. Kim istəsə axtarıb araşdırıb tapa bilər. Sonra uşaqlara qarşı məsələn ola bilsin ki, çox necə deyim, bir istismar xarakterli, bir cinsi zorakılıqla bağlı cinayətə məhkum olmuş bir şəxs olsun, o artıq da qurtardı, onun diplomu qurtardı. O da heç vaxt ümumi təhsil müəssisələrinə işə qəbul ola bilməz. Məsələn, müəllim var ki,
etik davranış qaydalarının pozduğuna görə işdən azad olunsunlar. 1 ildən sonra yenidən gedib MİQ-dən işə qəbul ola bilər. Yenidən testlər, müsahibədən keçib işə qəbul ola bilər. Amma elə şəxslər var ki, məktəbdə işləyib, uşaqlara qarşı belə bir hərəkət etdiyinə görə məhkumluq yaşasın, o şəxs üçün artıq məktəb bitdi. Yəni orada o məhkumluq yaşayır, o ədliyyədə artıq ona biz bilirik ki, elektron hökumətdə o sistemlər ədliyyədir, Təhsil Nazirliyidir, yəni bütün sistemlər bir-birindən bağlıdır. Bu məhkumluğu olan şəxs məsələn MİQ-in qeydiyyatından keçə bilməz. O səhifə onun üçün açılmayacaq. Aydın oldu? Sertifikatlaşdırmanı da bilirsiniz müəllimlər, bilirik ki, 5 ildən bir keçirilir. Əgər müəllim hamilədirsə, az yaşlı övladı varsa, sosial məzuniyyətdədirsə və yaxud da sosial məzuniyyətdən qayıdıb 1 il hələ tamam olmayıb onun məzuniyyətdən qayıtmağından onlar iştirak edə bilməzlər. İlk dəfə işə qəbul olubsa, yəni MİQ-lə gəlibsə, bir də 3 ildən sonra sertifikatlaşdırmaya cəlb olunacaq. 3 dəfə sertifikatlaşdırmadan keçdinizsə, indi ikinci sertifikatlaşdırma mərhələsi gəlir də. Ondan sonra üçüncü olundan sonra da qurtardı, sertifikatlaşdırma bitdi. 60 və daha çox yaşlı olan şəxslər üçün sertifikatlaşdırma isə könüllüdür. Əgər müəllim 60 yaşı var, özü könüllü olaraq sertifikatlaşdırmaya getmirsə, 65 yaş çatanda onun artıq müqaviləsi uzadılmayacaq. Yox, əgər müəllim 60 və daha çox yaşı var, sertifikatlaşdırmaya gedib və balı yüksəkdirsə, hə, o zaman onun 65 yaşı tamam olandan sonra da müqaviləsi deməli uzadılacaq. Bu il sertifikatlaşdırmadan keçdinizsə, bir də 5 ildən sonra deməli sertifikatlaşdırmaya gedəcəksiniz. Yəni sertifikatlaşdırmadan keçib sizə o sertifikat veriləndə 5 il müddətində onun hüquqi qüvvəsi var. Əgər sertifikatlaşdırmadan keçməyibsə müəllim 1 il icazə verilir ki, o yenidən öz üzərində çalışsın, keçsin növbəti il imtahanda iştirak edib, təkrar sertifikatlaşdırmada iştirak edib uğur qazansın. Yox, uğur qazanmayacaqsa, təbii ki, o işdən azad olacaq. Və yadınızda saxlayın, Əmək Məcəlləsinin, biz düzdür Əmək Məcəlləsində keçəcəyik, Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən həmin müəllim işdən azad olunacaq. Bir də burada bir şey vurğulamaq istəyirəm ki, sosial müdafiə ehtiyacı olan şəxslər var ki, onları sertifikatlaşdırmadan keçməsə belə həmin şəxsləri deməli işdən azad edə bilmərik. Bunlar kimlərdir? Bunlar təbii ki, əlilliyi olan şəxslərdir. Və bu əlildir də, düzdür. Məsəl üçün, bax, mənim qrupumda bir müəllim olub, özü sertifikatlaşdırmadan keçməyib, amma yoldaşı, yəni əri, birinci qrup əlil olduğuna görə onu işdən çıxartmadılar. Niyə görə? Bax, sənin ailəndə əlil var, düzdür. Sənin özündə sertifikatlaşdırmadan keçməsən, sənin evi pul gətirəndə sənsən. Səni işdən çıxardandan sonra bəs ailəyə kim baxacaq? Ona görə həmin şəxsi heç kim çıxarda bilməz. Yəni o müəllimi işdən çıxarda bilmədilər. Biraz da hüquqşünaslarla əlaqə saxladılar, qanunlar, məcəllələrini qoydular qarşısına və işdən çıxarda bilmədilər. Bir dənə də müəllimim olub, ipoteka krediti olub. Yəni bunu işdən çıxarsalar, bunun ipoteka kreditini ödəyə bilməyəcəkdilər və evdən çıxardacaqdılar. Yəni buna görə də həmin müəllimi işdən çıxartmadılar. Sonra az yaşlı övladım varsa, məsələn tutalım ki, ata yoxdur da, ata ya rəhmətə gedib, ya ayrılıblar. O zaman əgər ana uşaqlara, məktəb yaşlı uşaqlara tək baxırlarsa, onu da işdən çıxarda bilməyəcəklər. Buyurun müəllimə, nəsə sualınız var? Mənim əgər birinci qrup əlildirsə, evdə də məsələn uşaq atada deyək, onda müəllimləri çıxartmırlar işdən. Yox, çıxartmırlar. Şəxsən mənim qrupumda müəllim Bəs pensiya alıraq o müəllim, bəs o nətə? Nə? Birinci qrup əlil onda pensiya verir hökumət ona. Onda çıxartmırlar onu işdən. Yox, çıxartmırlar. Yox, həmin şəxsi çıxartmırlar. Bu sertifikasiyanı keçməmiş işdə məsələn çıxartmırlar onu işdən və onlar yəni. Mənim qrupumda olub ki, çıxarda bilməyiblər. Çox sağ ol müəllim, çox sağ olun. Siz də sağ olun. Bilirsiniz necə hüquqlarınızı bilirsiniz. Fatma müəllim, bir söz soruşum. Səsim gedir? Buyurun müəllim, eşidirəm. Məsələn, dediniz ipoteka. O ipotekanın vaxtı bitəndən sonra müəllimi çıxarda bilərlər işdən, yoxsa yəni daha işdə qaldısa elə həmişəlik qalır? İpotekanı 20 illik, 25 illik götürürlər. Ona qədər müəllimənin 65 yaşı olacaq. 65 yaşı olacaq yəqin ki. Onu hələ bilmirəm də indi. Yəni fakt olaraq o müəllimi çıxarda bilməyiblər. Onu da götürmək lazımdır. İpotekanı hər adama verirlər ay müəllimə.
İpoteka Həm də mənim qaranti üçün götürmək lazımdır. İşinizi qarantiləmək üçün. bəli. Sonra burada demək olar bitirdik müəllimlər. Bunlar artıq vacib deyil, maliyyələşdirmə. Bunlar düşmür. Bu hissələr düşmür. Buyurun, kimin nə sualı varsa verə bilər. Dərsimiz Axşamınız xeyir bitir. Samira müəllimə. Salam müəllimə. Hər vaxtınız xeyirli olsun. Buyurun, Dərs verin. sualınızı verə bilərsiniz. Aynura müəllimdir. Nətərsiz Samira müəllim? Yaxşıyam müəllimə. Siz necəsiz? Sevindim Çox səsinizi. sağ olun. Çox sağ olun. Yaxşı olasınız. İlk öncə təşəkkür edirəm. Minnətdaram. Gözəl, aydın, səlis izaha görə. Minnətdaram Samira müəllim. Həmişə var olun. Həmişə var olun. Dəfələrlə girirəm, dərsinizi dinləyirəm. Sevə-sevə. Hər dəfə də sevə-sevə. Hər dəfə də nəsə təzə mövzular, təzə məlumatlar öyrənirəm. Müəllim, bir sual vermək istəyirəm. Bayaq artım dediniz. Artım bizlə əlaqəsi var, ümumiyyətcə artımın. Nə artıq mı dedim? Maaşlarda artım. Elə bil tam olaraq oranı tam dinləyə bilmədim. Maaşda artım demədim axı mən müəllimə. O maaş Elə nə ilə bağlı artım idi o? bilmədim, yadımdan çıxdı ay müəllimə. Artıq Ümumiyyətcə maaşlarda artım gözlənilir. İnşallah deyir ki, bir şey çox deyin ki, qoy gəlsin. Demək qoy demiş olum, hələ ki bir xəbər yoxdur, yox. İnşallah. Ha. Amma olsa da fevral yəqin ki maaşında bilinəcəkdir. Artım yoxdur, mən görməmişəm. Məndə artım var maaşda, mən bilən yoxdur. Bilmirəm, elə mənə də maraqlıdır, ona görə soruşdum. Artım yalnız sertifikasiya ilə olur. Başqa bir yox. Xumarə müəllimə, Sən bəli. artımı və bu sertifikatlaşdırma imtahanı iqtisadçıların fikirləşdiyi bir fırıldaqçılıqdır. Mən buna fırıldaqçılıq deyərəm. Nəyə görə? Baxın, siz indi sertifikatlaşdırmada tutan bu il iştirak eləmisiniz, düzdür? 35% maaşınız artacaq. 5 il getdi. Düzdür Xumarə müəllimə? 5 il getdi. 5 il maaşınız artmayacaq. Amma hər il 10% bütün müəllimlərin maaşı artanda bu 50% eləyir. Əslində sertifikatlaşdırma bizim ziyanımıza olan bir şeydir. Mən onu çox gözəl başa düşürəm və bizim deyirəm də bu Mikhail Cabarov çox belə deyək də, Ştovzikada elə-belə iştirak eləməyib. Yəni o bilir nə edir. Amma mənə bilirsiniz nə maraqlıdır Samira müəllimə. Bax bu sertifikasiya ilə bağlı. Siz deyirsiniz ki, 65 yaşı çatanda, yəni sonra kim ki sertifikasiya iştirak eləyirsə, onu ilə müqavilə bağlana bilər. Məsələn, mən 3 dənə sertifikasiyada iştirak elədim. Deməli, artıq ondan daha ucu iştirak eləmirəm də. Yəni, qanunda var ki, 3 dəfə. Bir dəfə gedəcəksiniz. Siz bir dəfə getmişsiniz müəllimə? Bir dəfə Bir getmişsiniz. dəfə getmişəm, bəli. Bir dəfə getmişəm. 27-də indi yenə gedəcəksiniz. Ondan sonra Bəli, bilirəm. yenə gedəcəksiniz 3 dəfə. İnşallah 3-cü dəfədə bitdim. Qurtardı. Biz indi o indi 65 yaşında bəs necə? Onlar müqavilə bağlaya biləcək. Yəni onu nəzərə alacaqlar. Sizin balınız əgər yüksək olarsa, Xumarə müəllimə, yəni tutam ki 30, 32, 33, 35 bunları uzatmayacaqlar. Bu elə Yox, onu başa düşürəm, hə. Amma bir tutalım ki, bir nə bilim 50, 51, 50-dən yüksəklə bəlkə 48, 49-a da icazə verir. Yüksək olarsa uzadılmaya icazə veriləcək. Bildim. Çox sağ olun. Sağ olun. Samira müəllimə, Bəli. Samira müəllimə. Mənim də sualım var. Hə, buyurun. Bu indi biz direktor müavinliyi üzrə hazırlaşdırırıq. İndi bəzilərimiz də direktor üzrə. Bu müavinlər üçün soruşmaq istəyirdim ki, belə bir şey eşitmişəm ki, sertifikasiyadan indi biz birinci mərhələsindən keçmişik də. 51 pluslar hər halda buradadır da, mən eləcə yoxsa necə. İndi belə bir şey eşitmişəm ki, direktor müavini keçəndən sonra o 35% həmişəlik alır müavin o maaş artımını və getmir ikinci mərhələyə. Belə bir şey doğrudurmu? Vallahi eşitməmişəm, amma artımı alırlar. Artımı mütləq alırsınız. Yəni Həmişəlik alırlar yoxsa 5 illik? Yəni 5 illik deyəndə hə də müəllimə 5 illik alırsınız da, sonra yenə sertifikatlaşdırmaya girəndə sonra da Müavin axı sertifikasiyadan keçmiş sonra. Yəni müavin olandan sonra sertifikasiya gedilmir axı.
Müəllimə, indi onu bu il getmisiniz də. Diaqnostik imtahan necə oldu? Diaqnostik imtahan elə oldu ki, bütün müəllimlər getdi, ondan sonra rəhbərçilər diaqnostika göndərdilər. İndi müəllimlər bitəndən sonra çox güman ki, sizi də rəhbərləri də göndərəcəklər. Nəyə görə? Bu dərs saatı götürməyə görədir müəllimə. Əgər siz sertifikatlaşdırmaya getməsəz, dərs saatı götürə bilməyəcəksiniz. Müəllimlər tam bitəndən sonra rəhbərləri də sertifikasiyaya göndərəcəklər. Hə. Çünki direkt Orada da müəllimin təşkilatçı olanların sertifikasiya balı yüksək olmalıdır. Aşağı ballı müəllimlər rəhbər ola bilməz. Tutalım ki, Xumara müəllimənin yüksək balı var. 30 neçə ballı müəllim gəlib Xumara müəllimə rəhbərlik edə bilər. Çox doğru da deyil axı. amma mən dediyim yoxdur, hə, qanunda. Yəni müəllim kimi, müəllimlər üçün necə 3 dəfə gedir sertifikasiyaya, yəni direktor müavini getməyəcək və o artım 35% artım nə qədər müddətə davam eləyəcək onda? 5 il? 5 ildir də hamı necə o da heyran müəllimə 5 il. Biraz Məncə həmişə almalıyıq. 5 ildən sonra necə olacaq? Yaxşı, deyək ki, direktor Direktor müavini kimi getdi imtahana, müəllim kimi getməyəcək. O 35% ala bilməyəcək də, onda belə çıxır. Yəni 50 plusu keçsə də belə, yəni necə deyirlər, indi bilmirik, müavin olar. sertifikatlaşdırmaya kim gedibsə, məsələn mənim qruplarımda müəllimlər var, deyib ki, sertifikatlaşdırmaya keçiblər, sertifikatlaşdırmadan keçiblər, sonra rəhbər olublar. Onlar artımı alırlar. 5 il alacaqlar. İndi 5 ildən sonra nə olacaq, onu mən nə bilim ay müəllimə. Mən bilmirəm 5 dəqiqədən sonra necə olacaq. Onu 5 ildən sonra bilərik də. Demək, müavin olmaq üçün 75% lazımdır. Yəni minimum 42 bal lazımdır. Direktor olmaq üçün isə 51 plus lazımdır. Yəni 85% lazımdır. Müəllimə, yadınızda saxlayın. Samira müəllim, siz bu təlim-tərbiyə üzrə müavin üçün ayrıca sənəd qəbul olub? Olmayıb da, hələ bu il olmayıbdı müəllimə. Yox, hələ olmayıb. Hə, bu il olmadı. Siz məni izləyin, nəhad olmayın. Olan ki, mən həmən bütün qruplara paylaşıram. Bir də bu dərsi YouTube kanalında da paylaşacağam. Dəyərli müəllimə ki, mənim ödənişsiz qrupumda yoxdursa, mənim şəxsimə yazın, onları dərsiz. Sual verə bilərəm. Olar müəllimə, olar. Axşamınız xeyir olsun ilk Sağ olun. öncə. Axşamınız xeyirli olsun. Mən müəlliməyəm, 11 ildir pedaqoji stajım var. Mən bu tarix müəllimləri bu il sertifikasiyaya girəcək. Ola bilər ki, mən direktor müavinlərinin imtahanda iştirak edeyim, müsahibəsində iştirak edeyim, uğur əldə eləyim, işə düzəlim və könüllü surətdə sertifikasiyaya gedim. Elə bir şey ola bilər. Yoxsa aid deyil. Könüllü icazə vermirlər də müəllimə. Onun tarixini qeyd eləyəcəklər. Yəni siz onsuz da siz hansı regionsuz, Nurədə müəllimə? Mən Bakıda yaşayıram, ancaq mən Quba bölgəsində müəllimə işləyirəm. İşləyirsiniz. Siz tarixdən bu il gedəcəksiniz. MİQ balınız var da, yəqin ki, MİQ balınız. Bəli, müəllimə, 2018 müxtəlif vaxtlarda var, amma 2018-ci ildə 60 ballıq sistemdən 51 bal yığmışam. Amma diaqnostikdən də yığmışam 51 bal. Müəllimə, siz elə bu balından qeydiyyatdan keçəcəksiniz. Əgər sertifikatlaşdırma imtahanınız olana qədər imtahan olacaqsa, bu baldan qeydiyyatdan keçəcəksiniz, sizin sənədləriniz qəbul olunacaq. Yox, birdən ola bilər imtahan uzanar, birinci sertifikatlaşdırmanız olar. Onda axırıncı imtahan balınız nədirsə, o götürüləcək. Mən başa düşdüm sizi müəllimə. Mən siz nə mənada vermək istirdim sualımı. Mən o mənada vermək istəyirəm ki, mən işə düzəldim direktor müavinliyinə. Direktor müavinliyinə işə düzələndən sonra bizə sertifikasiya imtahanı olarsa mən ora girə bilərəm. Ay müəllimə, o mən nə bilim. O olandan sonra siz elə imtahan verin. Vallahi hərdən özüm yəni o şey sertifikatlaşdırmaq istəmirəm. Mən özüm istəyirəm ki, imtahanda iştirak edeyim. Yəni deyirəm elə bir şey var ki, könüllü müraciət edeyim ki, mən imtahandan girim iştirak edeyim. İmtahandan keçin. Samira müəllimə salam. Sonra inşallah müəllimə. Salam müəllimə. Çox sağ olun. Salam müəllimə. Samira müəllimə, salam, axşamınız xeyir. Salam Naxçıvanlı müəllimim. Necəsiz? Həyat müəllimə, mən nə həsrətlə gözləyirdim, hamı uğurlar arzulayıram, amma bu gün elə oldu ki, mən evə gələ bilmədim. Bakıdan qonaqlarım oldu. Dərsə ən sonda qoşula bildim. İnanın, həyəcanla da yazdım, müəllimə, inanın nə qədər həsrətlə gözləyirdim. Kitab da gəldi, çatdı. Bu gün mənə çatdırdılar məktəbə, pasalyon gətirdi. Mən bilmədim bu gün nə keçdi, mən hansı mövzular üzərində keçdim, təhsil haqqında qanunu. Onu göndərəcəm müəllimə, oxuyarsınız. Təhsil haqqında qanunu. Onu soruşacağam, növbəti dərsə təhsil haqqında qanunu. Artıq mən sual cavab edəcəm, siz
sual verəcəm, siz cavab verəcəksiniz. Samirə müəllimə, bu üzr istəyirəm vaxtınızı almayım. Burada təhsil haqqında qanun bu kitabda, yoxsa bu gün keçdiyiniz əlavə PDF formasında göndərəsiniz qrupa? O nə lazımdır? Kitabda var. Amma PDF formasında da göndərəsiniz, yoxsa tək kitabdan oxuyacağıq? Zəhmət olmasa onda deyin. Eyni şeydir. Tamam. Samirə müəllim, axşamınız xeyir. Oldu, sağ olun. Sağ olun müəllim. Təşəkkür edirəm. Çox sağ olun. Çox yaxşıyam. Siz də həmişə yaxşı olasınız. Təşəkkür edirəm dərsə görə, zəhmətiniz üçün, izahlarınız üçün. Hər dəfəsində təkrar mövzulara qoşulsam da yeni bir məlumat əldə edirəm. Buna görə də sizə dərin təşəkkürümü bildirirəm. Bir sual vermək istəyərdim. Siz də müəllim, Fərdə müəllimə, həqiqətən də nə vaxtsa uğurlu paylaşacağım müdavimlərdən birisiniz. Buna çox inanıram. İnşallah. Çox sağ olun Samirə müəllim. İnandığınız üçün, etibarınız üçün təşəkkür edirəm. İnşallah. Bir sual vermək istəyərdim. Siz bayaq qeyd elədiniz ki, Respublika Olimpiyadasında və Beynəlxalq Olimpiyadada qalib gələnlər şagirdlər barəsində məlumat verdiniz və vurğuladınız ki, tibbdən başqa istədikləri ixtisasa gedə bilər. Yəni bu hər ikisinə aiddir, yoxsa təkcə Respublika Olimpiyadasına? Bu məncə bu hər ikisinə aiddir. Belə bir faktla hələ qarşılaşmamışam ki, görüm bu uşaq tutam ki, siz hər ikisinə deyirsiniz ki, həm beynəlxalq olimpiyada, həm də fən olimpiyadası. Müəllimə, zaten fən olimpiyadasında, respublikada sən istədiyini seçə bilmirsən. Sən ancaq ixtisasına uyğun seçirsən zaten. Məsələn, amma beynəlxalqdadır da istədiyini seçə bilirsən. Ancaq aiddir müəllimə. Çox sağ olun, təşəkkür edirəm. Siz də sağ olun. Belə uşaqlarınız olub, heç siz 6 nömrəli liseydə işləyirsiniz. Belə bir şey. Hal-hazırda mən gedənlər var, bəli, qalib gələnlər var. Məsələn, bugün 11-ci sinif şagirdi qalib gəlib və Londonda artıq Glasgow Universitetinə qəbul olub. Amma detalları dəqiqləşdirmədim hansı fakültə. Mənim elə öz şagirdim, Murad adında şagirdim, 4-cü sinif şagirdi, ingilis dilindən olimpiyadaya qoşulub və qalib gəlib. Hal-hazırda xaricdədir, Amerikada. Yəni uğurlarımız var. İnşallah hər kəs istədiyi sahə üzrə uğur qazanar, gələcəkləri parlaq olar. Lap yaxşı, uğurlar. 4-cü sinifdə olimpiyada olmur axı. Bəs o hansı? Yəqin ki, mənə elə dedi sinif rəhbəri. Detallarını da dedi ki, mən öyrənib sizə deyərəm. Onlar sənədləri yığırdılar. Artıq uşaq gedib dedi ki, olimpiyadadır. Bəlkə ola bilsin hansısa beynəlxalq yarışdır, o olimpiyada deyil. Olimpiyada bizdə 8, 9, 10, 11-də dövlət səviyyəsində təşkil olunur. Fən müsabiqəsi 6, 7-ci sinifdə təşkil olunur. Lütfüzadə adına məntiq olimpiyadası 5-ci sinifdə. Əgər uşaq 4-də oxuyursa, 4-dəki nə olimpiyadadır elə? Hətta 4-də yox, 3-də oxuyur uşaq. Mən biraz həyecandan 4-də, 3-də oxuyur. Yəqin ki, nəsə beynəlxalq müsabiqədir. Beynəlxalq olar, Bəli. Siz riyaziyyatla bağlı olur, o SASMA, sonra belə bu layihələr var. SASMA daxil deyil, Xumara müəllimə. SASMA-dır, Kenqurudur, Kingsdir. Bunlar dövlət səviyyəsidir. Bunlar özəl bir şeydir. Bunların adəbi, bu lap Kenquruda get birinci yer tut, fərqi yoxdur. Onu sənin dövlət eləməyəcək onu. Yox, o dövlət səviyyəli deyil ki. Onlar dövlət səviyyəli deyil. SASMA. Çox güman elə beynəlxalq olub müəllimə. Beynəlxalq olub, müəlliməsi ona olimpiyada kimi deyib. Allah, lap yaxşı. Təbrik edirəm. Təşəkkür edirəm. Mən bir sual verə bilərəm. Maraqlanıb danışarsınız mənə. Çox sağ Bir sual verə bilərəm. Zəhmət olmasa. Buyurun. Dərsimiz bitibdi. Əlavə suallarınızı verə bilərsiniz. Çox sağ olun. Biz qeyd elədik ki, 75%, yəni 40-dan plus olanlar 5 minusluq olan məktəbləri, 85%-dən yuxarı olanlar isə 5 plusluq. Bəs 30 neçə bal toplayan bir müəllim ümumiyyətlə bunların heç birində, yəni müavinlik və yaxud da direktorluq sənəd verə bilməz. Yəni imtahan vermək şərti ilə də biz birbaşa müsahibə mərhələsinə göndərilmişik də 85% toplayanlar. Yəni 30 neçə toplayanlar imtahana getmək şərti ilə, yəni getmək mümkün deyil. Yox, aynen. O getsin, balını yüksəlsin, ikinci sertifikatlaşdırmada balını yüksəlsin. 42%. Mənim bir iş yoldaşım var, deyir mən qeydiyyatdan keçmişəm. Bəs o necə qeydiyyatdan keçib? Nə olsun ki, qeydiyyat? Hansı regionda qeydiyyatdan keçib ki? Hansı regionda? Mərkəzi aran.
Mərkəzi aran. Hələ ki sənədlər qəbul olunur ki, müəllimə qeydiyyatdan hamı. Hə, bir də mərkəzi aranda bir ay bundan qabaq sənəd qəbulu başlanmışdı. Hələ onu bilmir, axı imtahana buraxıblar yoxsa yox. Buraxmayacaqlar onu imtahana. Yox, sənəd Elə. qeydiyyatdan keçib, amma qəbul olunub olmasa hələ cavab gəlməyib. İnanmıram onu qəbul edərlər. Başa düşdüm. Çox sağ olun. Sağ olun, siz də sağ olun. Səadət müəllimə burdadır. Səadət. Samilə, axşamınız xeyir. Salam. Hə, Sahibə müəllimə buyurun. Samilə xanım, 45 balla müavinliyə Olar. qeydiyyatdan keçmək olur. Olar. Bəs direktorluğa imtahan verməklə Direktorluğa 500 minusa icazə verəcəklər müəllimə. 500 plusa icazə verməyəcəklər sizə. 500. ona da imtahandan keçməliyik də, eləmi? Sizin balınız hələ yüksək olmalıdır. Balınız Aha. Bir də ki, Samilə xanım, məsələn, sertifikasiyadan 45 bal toplamışam. Təzədən müraciət edib bu il məsələn yenidən olmaz. keçmək olur belə bir şey. olmaz müəllim. Onda elə Ancaq 5 il. ancaq 5 ildən sonra. Ancaq 5 ildən sonra. Samirə müəllimə, Çox sağ olun. Bəli. bizim sertifikasiyamız olmayıbdı məsəl üçün. Mən ştatlı işçiyəm, təşkilatçıyam. İndi biz qeydiyyatdan keçə bilmərik iş yerimizi dəyişməkdən ötürü. Yəni irəliləyən zamanlarda müavinlərin təşkilatçıların imtahanında. İşləyən təşkilatçılara, işləyən direktorlara, işləyən müavinlərdə bal limiti yoxdur hələ ki. Bal limiti yoxdur. Elə. Hə, sizdə Aha. olmur. Çünki Ümumiyyətlə bizi sizdə Aha, bir təcrübə varsa. Bax mənim bir müdavimim deməli harda Mərdəkanda bir məktəbə direktor təyinatı aldı. Bax bu 42 məktəbdən 40 məktəbə təyinat alan müdavimlərdən biri. Onun nə MİQ balı var, nə diaqnostik, nə də sertifikasiya balı. Çünki o elə bir məktəbdən orta məktəbə gəlib ki, orada diaqnostik MİQ sertifikasiya keçirilməyib də. Onu təyin elədi. Çünki nəyə görə? O artıq 3-4 ildir müavin işləyir, təcrübəsi var. Ümumiyyətlə biz sertifikasiya, bəs bizim sertifikasiyamız müavinlərin, təşkilatçıların gözlənilir irəliləyən Bu zamanlarda. haqda mənə çox sual verirlər. Valla mənim əlimdə konkret təlimat yoxdur, qayda yoxdur. Yoxsa mən onu mən də istəyirəm ki, sizə konkret cavab verə bilim. Hələ nazirlik heç nə elan eləməyib. Mən özümdən sizə heç nə deyə bilmirəm də. Mən də istəyirəm ki, konkret bir məlumat verə bilim. Yoxdur, hələ ki bir əmr, təlimat yoxdur. Aydın Samirə müəllimə, çox sağ olun, Səadət müəllimə minnətdaram. burdadır, çox sağ olun. Bayaq ki, Səadət müəllimə burdadır. Yoxsa çıxdı dərsdən? Səadət müəllimə hansı idi? Görüm. Səadət müəllimə dərsdəsiz? Görüm, hara getdi müəllimə. Hə, Sədaqət müəllimə idi. Sədaqət müəllimə, siz bayaq ki müəlliməsiz? Sədaqət Quliyeva. Sədaqət müəllimə. Hə, olar mikrofonu açasınız. Axşamınız xeyir olsun Samirə müəllimə. Xeyr, həmin müəllimə deyiləm. Həminəm deyirsiniz. Hə, yaxşı. İndi bildim həmin müəlliməsiz. O emosional davranan müəllim, o deyəsən çıxdı müəllim. Hə, çıxdı. O qayıdacaq onsuz da. Elə emosional davrananlar sonra qayıdırlar. Sabah qayıdacaq prosta. Biraz yüzsüz oysun sabah qayıdacaq. Amma çox səbirsizlik elədi. Zaten siz bağlayırdınız mövzunu. İndi o müəllim də bir iki üç kəlmə haşiyə çıxdı. Məncə çox səbirsizlik elədi. Səbirsizlik. Samilə xanım, mən açığı desəm, o müəllimi ki danışdı bugün mənə, mən şəxsən şok yaşadım. Mənim yəni belə hallardan belə deyim, məlumatım yox idi. Vallahi yox idi. Bəli. Mən bilmirdim ki, belə bir şəraitlər də var. Bəli. Və çox acınacaqlardır. Xumara müəllimə. Bilirsiniz nə qədər uşaqlar təhsildən yayınır. Bunu bir ictimailəşdirməsək, bunlar kör olub gedəcəklər. Onlar evdə telefonla, internetlə, axırda bir nə bilim, bax belə bir avara bir cəmiyyətdə bir uşaq yetişdiririk. Belə olmasaq ən azından gedirdilər də yaxın məktəbə. Vəziyyət çox acınacaqlıdır Xumara müəllimə. Mən ona görə aktual mövzuları, bax, bacardığım qədər bildiyim mövzuları çatdırıram. Sizin, necə deyim, bizim əyalətlərdən də xəbərimiz olmalıdır. Əyalətlərdə vəziyyət çətinləşibdir. Belə, oldu müəllimlər. Sağ olun. Samirə müəllimə, üzr istəyirəm. Siz bayaqlarım izah elədikcə mən kitabda baxırdım.
Bu sizin verdiğiniz kitabda bu 16-cı qanunun 16-cı maddə yoxdur. Bir də 31-dən sonra yoxdur. Siz orada Düşmür 39 də. falan. Onlar düşmür, ona Hə? görə daxil eləməmişəm. Düşmür də müəllim, ona görə onları daxil eləməmişəm. Elə, hə, lazım olmayacaq. Yox, yox, lazım olmayacaq. Oldu müəllimlər, sağ olun, gecəniz xeyrə qalsın. Çox sağ olun. Ee, Sağ olun. Növbəti dərsimiz Sağ olun. qeyd edeyim müəllimlər. Deməli təhsil haqqında qanun soruşacağam. İndi göndərəcəm PDF-i də mövzunda kimin əlində kitab yoxdursa PDF-dən oxuya bilər. Göndərəcəm və öyrənin təhsil haqqında qanunu izahlı sual-cavab əsasında artıq izah etməyəcəm, soruşacağam. Ümumiyyətlə dərslərimiz mən əvvəlcədən materialı göndərirəm, video izahı material göndərirəm. Hazırlaşırsınız, mən onu soruşuram. Sağ olun, var olun müəllimlər, gecəniz xeyrə qalsın. Gecəniz xeyrə. Gecəniz xeyrə. Sağ olun.